Dəyərli izləyicilər, hər birinizi salamlayırıq. Avtotəmir Live efirdədir və hal-hazırda dostum yanımdadır. Qanunacid layihəsinin rəhbəri Hüseyn dostumuz buradadır. Hüseyn, adətən siz onun paylaşımlarını izləyirsiniz, görürsünüz. Yol hərəkət qaydalarına bağlı, cərimələrlə bağlı, kim ki yolda əziyyət çəkir, məsələn, yol nişanları ilə bağlı, avtomobilin addan-ada keçirilməsi, texniki baxış və s. və s. Mövzu o qədər genişdir ki, əslində. Bu mövzuda adətən bizə kömək edir Hüseyn dostumuz ki, bugün dəvət eləmişik ki, elə onunla ünsiyyətdə olaq və sizin suallarla cavablandıraq. Xoş gəlmişsən. Təşəkkür edirəm, çox sağ olun. Verilişiniz xeyirli uğurlu olsun. Sağ olun. Mən səninlə radioda tanış olmuşam və düşünürəm ki, hal-hazırda bizim çəkilişlərimiz, podkastlarımız və maraqlı rubrikalarımız daha çox belə auditoriyaya səs vermiş olarıq, səs salmış olarıq. İnşallah. Və düşünürəm ki, maarifləndirmə işimiz daha da genişlənər və bir çox sürücülərimizə kömək etmiş olarıq. Biz çalışırıq ki, sizi həm maarifləndirək, əziyyət çəkdiyiniz məqamlar ola bilər. Ümumiyyətlə, adətən bizdən avtotəmirdə siz avtomobillərin təmiri ehtiyacları axtarışı ilə bağlı əziyyət çəkənlərə kömək etdiyimizi görürsünüz. Amma avtomobil sürürsə, təbii ki, yolda başımıza müxtəlif hadisələr gələ bilər. Bəzən sürücü cərimələnir və düşünür ki, görəsən bu mənim başıma niyə gəldi? Mən axı burada məsələn qanunsuz olaraq cərimələndim. Yəni cərimə ilə razılaşmayan şəxslər də olur ki, o suallarınızı bax bu gün bizə yönləndirə bilərsiniz. Nömrəmizi də görürsüz. Nömrəmizi də mən səsləndirim. 050 505 55 25. Baxın, bu nömrəyə zəng edə bilərsiniz, sualınız varsa. WhatsApp-a da səsli mesaj göndərə bilərsiniz. İstəyirsinizsə biz sizə zəng edək, sizi elə efirimizə qoşa bilərik. Sualınızı birbaşa yönləndirə bilərsiniz. Siz də eşidəcəyik. Hüseyn dostumuzdan bir məsləhət alacağıq ki, burada nə etmək olar? Biz efir vasitəsilə sizin suallarınızı cavablandıraq və həmçinin yəni burada da sizin suallarınızı cavablandıra bilərik. Podkastda çəkilişə başlamamışdan əvvəl belə bir söhbətimiz oldu. Dedin ki, maraqlı bir mövzu olub. Deyəsən, Dövlət Yol Polisi əməkdaşı sürücünü saxlayıb deyib ki, sən qara qutuya düşmüsən. Bu yaxınlarda məni yol polisi saxladı və bildirdi ki, sən qara qutuya düşmüsən. Və sual verdim ki, yəni qara qutu dedikdə, yəni adətən biz bildiyimiz qara qutu təyyarələrdə olur və mən qeyri-ixtiyari bu izləyiciyə sual verdim ki, sən avtomobil yox, təyyarə idarə edirdin ki, yol polisi səni saxlasın və desin ki, sən qara qutuya düşmüsən. Amma nəticə etibarıyla, yəni ümumiyyətlə qanunvericilikdə qara qutu, ağ qutu, qırmızı qutu, nə bilim, toy box, moy box elə bir şey yoxdur. Sadəcə həmin şəxsin bir neçə manevr qaydalarının pozulması kamera vasitəsilə aşkar edilib deyə yol polisi saxlayıb deyib ki, sən qayda pozmusan və dırnaq içində həmin o qara qutuya düşmüsən, səni dəvət eləyəcəklər və ola bilsin. Yəni bu avtoxuliqanlıq kimi qələmə alınıb onda yoxsa? Bir növ bəli, deyərdik ki, avtoxuliqanlıq kimi qələmə alınır, amma avtoxuliqanlığın həm cəriməsi, həm əməlləri həm təhlükəlidir, həm də çox ciddi bir tədbir görülür. Həqiqi avtoxuliqanlıq edən şəxslər barədə təsəvvür edin ki, cəriməsi nə az nə çox 501-ci dəfə üçün, yəni 500-750 manat arası cəriməsi var. Üstəlik avtomobil idarə etmə hüququ məhdudlaşdırılır. 1 illik, birbaşa. Birincidən. Yəni birincidən bir mənalı şəkildə sənin idarə etmə hüququ məhdudlaşdırılır. Hətta sənə inzibati həbs də verilə bilər. Amma əgər mən avtomobil idarə eləyirəmsə, dönmə siqnalını yandırmadan zolaq dəyişirəmsə, bu sadəcə manevr etmə qaydalarının pozulmasıdır və bunun da cəriməsi 40 manatdır. Və biz burada efir vasitəsilə istərdim sürücülərimizə tövsiyə edim ki, zolaq dəyişərkən, sağa, sola dönərkən ilk növbədə dönmə siqnallarından istifadə edin və bir şey bizim bəzi sürücülərimiz unudurlar ki, dönmə siqnalını yandırarkən dərhal manevrə başlayırlar və düşünürlər ki, mən əgər dönmə siqnalını yandırmışamsa, bir üstünlüyə sahibəm, mən üstünlüyə sahibəm, amma bu elə deyil. Dönmə siqnalları heç bir sürücüyə üstünlük vermir. Bəziləri nə edir? Yandıran kimi dərhal vurur sağa. O günlərdə 2 dəfə şəhər istiqamətində az qala 2 maşın dönmə siqnalını düzdür yandırırdı, amma mən də gedirəm onun böyründə gedirəm. Yəni mən vaxtında avtomobilimi sağa çəkməsəydim gəlib məni dəyəcəkdi. Düzdür, mən haqlıyam, amma deyir, sənin avtomobilə ziyan dəyəndən sonra haqlı olub olmadın, nə dəxlisi var və nə xeyri var. Zamanın gedəcək, avtomobili təmir etməlisən, rasxod, yəni cibindən pulun gedəcək, xərcin çıxacaq. Odur ki, belə bir hallarda mütləq qaydada biz sürücülərimizə deyirik ki, ehtiyatınızı qoruyun, dönmə siqnalını yandıran sürücülərə imkan daxilində yol verin ki, qoy onlar
istədiyi istiqamətə gedə bilsinlər. Yaxşı imkandır həqiqətən də, çünki Qanunacılıq layihəsinin rəhbəri Hüseyn dostumuz burdadır. Yəni yol hərəkət qaydaları ilə bağlı informasiyası olan bir şəxsdir, məlumatlı bir şəxsdir. Yəni sizə kömək edə bilər, məlumat verə bilər. İndi hal-hazırda bizi izləyənlər, sualınız ola bilər ki, yolda cərimələnmisiniz. Baxın, yolda başınıza bir hadisə gəlib. Yol hərəkətin təşkili ilə bağlı, yol nişanlarına bağlı hər hansı bir problem yaşamısınız. Bax, onları bizdən soruşa bilərsiniz. Şərh bölməsinə yazmaqla və yaxud da nömrəmizin WhatsApp-ına yazmaqla, nömrəmizə zəng etməklə, nömrəmizi də görürsünüz. 050 505 55 25 isə bizim əlaqə nömrəmizdir. Salamlayan şəxslər var. Deməli, Mono Monster salamlayır bizi. Yox, nəzərimizdədir. Narahat olmayın. Biz sizə məlumat verəcəyik. Xoş gördük. Yazır göndərir izləyici bizə. Sağ olun. Minnətdarıq sizə. Salam qardaşım, necəsiz deyə Dəyanət bəy də yazır. Salamlayırıq bizə sizi. İndi yazılanları da biz oxuyacağıq. Hüseyndə də orada canlımız gedir. Onları da biz səsləndirəcəyik. Amma mənim maraqlandıran tərəf bilirsən nədir? Bayaq avtoxuliqanlıqdan danışırdıq, düzdürmü? Buradan ümumiyyətlə izləyənlərə də bir sosial mesaj kimi ötürək ki, yollar yarış meydancası deyil. Yəni yollarda yarışmayın və özünüzü düşünmürsünüzsə, heç olmasa ətrafı, ailənizi düşünün, yəni. Gedin ailənizə sağ-salamat çatın deyə sürəti aşmayaq. Bu önəmli məsələdir. Hər bir sürücünün, kimin ki sürücülük vəsiqəsi var və avtomobil idarə edir, borclu deyil ki, İnzibati Xətalar Məcəlləsini A-dan Z-yə qədər əzbər bilsin. Bəli. Və hər bir sürücünün borcu deyil ki, o hüquqşünas olsun. Bəli. Sürücünün əsas məqsədi nədir? İlk növbədə yol hərəkəti qaydalarına bilsin və ona düzgün əməl etsin. Ən azından nişanları bilsin, nişanlanma xətlərini bilsin, sürət həddinin aşılmasının və s. və ilaxır. Bunlara diqqət yetirməlidir. Yoxsa bir də görürsən, hər hansısa bir sürücüyə yol polisi yaxınlaşır, ona qayda pozuntusu barədə məlumat verir. Halbuki elə bir qayda pozuntusundan söhbət gedə bilməz. Elə yeri gəlmişkən deyim, yük maşınlarından söhbət gedir. Bu yaxınlarda bir tanışımı saxlayıblar. Bu Ford Transit maşını idarə eləyir. Deməli, marketlərə məhsullar verir. Adi bildiyimiz, indi bilmirəm, şirniyyatdır və s. Bəzi məhsullar var ki, onların istehsal tarixi bitir, istifadə müddəti bitmiş olur və bu da həmin maşınla birgə, yəni Ford Transitlə birgə, deməli gəlir mağazaya, təzə məhsulu verir və köhnə məhsulu oradan götürür ki, gətirsin, qaytarsın şirkətə, utilizasiyaya getsin. Deməli bu yaxınlarda həmin şəxsin başına nə gəlib? Yol polisi saxlayıb bunu, avtomobilini yoxlayıb ki, nə daşıyırsan, nə aparırsan və müəyyən olunub ki, bunun avtomobilində istifadə müddəti bitmiş məhsullar var və buna da aparıb cərimə meydançasına. İndi mənə sual verir ki, bəs bu nə dərəcədə doğrudur ki, mən gəlmişəm, işimi görürəm yəni öz avtomobilimə təzə məhsulu qoymuşam, aparmışam, vermişəm marketə və marketdən tarixi bitmiş, istifadə müddəti bitmiş məhsulları yenidən öz avtomobilimə yığıram, aparıram, verirəm şirkətə. Bu nə dərəcədə doğrudur? Ümumiyyətlə qanunvericilikdə buna görə avtomobilin duracağa yerləşdirilməsi halı, bəndi var. Mən bir mənalı olaraq dedim ki, elə bir şey yoxdur. Əfsuslar olsun ki, bəzi əməkdaşlar bu cür, belə deyək, hadisələrə, bu cür xoşa gəlməz hallara yol verirlər və biz də bunu istəməzik təbii ki. Biz istəmirik. Bizim əsas məqsədimiz sürücüləri maarifləndirməkdir, sürücülərə düzgün yol göstərməkdir. Həmçinin, yəni bizim layihənin əsas məqsədi bir növ yol polisinə dəstək olmaqdır. Misal üçün bizdən soruşurlar ki, mənə filan protokol yazılıb. Düz yazılıb, səhv yazılıb. Baxıram, deyirəm ki, yol polisi sizə yazdığı protokol tam qanunidir. Bir növ mən nə edirəm? Yol polisinin bir növ işini asanlaşdırıram mı? Bir var, şikayət yazsın, şikayət yığılsın, şikayətə baxılsın, mənə ünvanlayır. Mən deyirəm ki, qardaş, sənə protokol düz yazılıb. Şikayət etməyə ehtiyac yoxdur. Get ödə. O da canla başla deyir ki, baş üstə qeyb ödəyərəm. Deyir, siz deyirsinizsə, mən gedib ödəyərəm. Protokol yanlış yazılan sürücülərimiz də var da. En qədər.
Onlar da nə etmək lazımdır? Bax, indi məsələn sizə ola bilər ki, protokol tərtib olunub. Şərh bölməsinə yazın, nömrəmizə səs göndərin, zəng eləyin, istəyirsinizsə biz sizə zəng eləyək, o da problem deyil. 050 505 55 25 nömrəsinə yazmaq kifayət edir ki, qeyd edim, efirimizin baş sponsoru Texaco Havoline yağlarıdır. Chevron şirkətinə məxsusdur. Havoline yağları da uzun müddətdə Azərbaycanda var. Yəni avtomobilə qulluq edən zamanında avtomobilin yağını dəyişsin. Çünki mühərrik və sürətlər qutusu elə də ucuz aqreqat deyil. Orada problem yaşananda sonra çox pul xərcləyirsiniz, xərciniz çox çıxır. Yaxşı məhsuldan istifadə edin ki, mühərrik və sürətlər qutusunda ömrü uzun olsun və efirlərimizin gedişində ona mən bildirim sizə. Hətta hədiyyələrimiz olacaq. 4 litr Havoline yağında bir izləyicimizə hədiyyə edəcəyik. Yəni bunu da bildirim. Ona görə də daim bizi izləmədə qalın. Texaco Havoline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Əziz sahibkarlar, siz də yanğın balonlarını dəyişdirməkdən yorulmusunuz və xərclərinizə qənaət etmək istəyirsiniz, doğru seçim etmək istəyirsiniz? Nanofire Technologies şirkəti doğru seçim etməniz üçün sizin yanınızdadır. Bizim dünyada rəqibimiz yoxdur. Çünki yalnız Nanofire Borex balonları. Texaco Havoline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Pərviz qardaş açın olacaq. Pərviz qardaş da gələcək. Ustamızdır Pərviz ustamız. Avtotəmirin üzvüdür. Göyçaydan salamlar. Hüseyn necəsən deyə bir izləyicimiz yazır göndərir bizə. Şərqin gözəllikləri. Bəli. Salam verir. Təşəkkür edirəm. Çox sağ olsun. Minnətdarlığımızı bildiririk. Suallar da var özə səhv etmirəmsə. Burada deməli istərdim bir sual, maraqlı bir sual verilib. Daha doğrusu sual deməzdim. Deyir, yolun ortasında avtobusu saxlayıb sərnişin mindirib düşürən sürücülərdən də bəhs edin, danışın, çalışın, yəni qayda pozmayın. Əgər avtobus dayanıbsa, ola bilər sərnişin düşürür, mindirir, amma bu da maksimum 2-3 dəqiqə çəkir. 2-3 dəqiqə də çəkmir. 1 dəqiqədən az müddətə vaxt aparır sərnişinin mindirib düşürməyi. Yəni çalışın, qayda pozmayın, yəni səbirli olun. Yəni bu bir var, sən o 1 dəqiqə gözləyəsən, bir də var 30 saniyədən sonra sənin səbrin tükənsin və sən qayda pozasan, nəticə etibarilə ya sənə 40 manat, ya 100 manat və yaxud da ki, ən pis qəza baş verə bilər. Odur ki, belə şeydən biz sürücülərimizi çağırırıq ki, onlar belə şeylərdən uzaq olsun. Səbirli olsunlar. İzləyicimiz deməli bizə belə bir şəkillər göndərib Hüseyn. Bax, indi sən də görəcəksən. Amma belə şəkildən tam aydın olur bizə. Yox, yəni şəkildə mən hansı nişanın tələbini pozub, o bilinmir axı. İndi bilmirəm, bunu göndərən izləyici özü məlumatlıdır ki, hansı nişanın tələbini pozub yoxsa yox. Sual altında qaldı. Buradan heç nə anlaya bilmədik. Yoxsa təbii ki, biz sizi məlumatlandıracağıq bununla bağlı. Ümumiyyətlə bizim şəhərdə ən çox istifadə olunan nişanlardan biri dayanmaq qadağandır nişanıdır. Yəni sən orada avtomobili 1 saniyə belə saxlaya bilməzsən. Və ən çox da əziyyət çəkən sürücülərimiz taksi şoferləridir. Yəni onlar müştərini götürmək üçün, müştərini düşürmək üçün, onlar üçün şəhərin müəyyən yerlərində, 4-5 dənə yerində minmə, düşmə yerləri ayrılıb. Vəssalam. Yerdə qalan, yəni elə bir yol yoxdur ki, orada dayanmaq qadağandır nişanı olmasın. Yəni bir şərait yaradılmalıdır, şərait yoxdur. Və sürücülərin bu günləri ən çox üzləşdiyi problemlərdən biri odur. Biri mənim özüm. Mən misal üçün əgər hər hansısa bir iş yoldaşım, dostumu, tanışımı keçən səfər səndən gedəndə yadıma gəlir, bu Tibb Universiteti tərəfdə düşürdəndə yer axtarırdım ki, sən Allah ikinci cərgə olmasın, yoxsa kamera 80 manat 2 bal cərimə. Yəni yer yoxdur saxlamağa. Yəni bir var maşınların əlindən yeri yoxdur, bir də var nişanın əlindən yeri yoxdur. Yəni nişan bəlkəm də
bizim bu efir vasitəsilə aidiyyəti qurumlar dayanmaq qadağandır nişanını, durmaq qadağandır nişanla əvəz edərlər. Bəli. Düzdür, sui-istifadə edən sürücülərimiz də ola bilər, amma qanun deyir ki, sən durmaq qadağandır nişan, yəni bir dənə xətt varsa, Bəli. bu nişanın təsir zonasının altında yalnız sərnişini mindirib düşürə bilərsən. Bəli. Və yaxud da ki, yük doldurub boşalda bilərsən. Əgər sən artıq qalırsansa, nə apteka girmişəm, adam gözləyirəm və s. bu kimi hallarda sənə 20 manat cərimən gələcək. Yəni, kamera zaten var da. Sui-istifadə edən sürücülərə nə olacaq? Cərimə yazılacaq. Deməli yazır ki, izləyicimiz, sabah Yevlax merosuna gedirəm, texniki baxışa, qanların qaraltmağa. Necə qanların qaralırsa yəni. Qardaş, Neçə nəfərə, Aha. yəni istər Göyçaydan olsun, istər Yevlaxdan olsun, yəni o ərazilərdən sağ olsun, Aha. texniki baxışdan keçməyə qanundan köməkliyi göstərir. Salam, axşamınız xeyir, hər vaxtınız xeyir. Cruz 2014 dumanlı, deməli dumanlı Wrangler LED duman işığı qoyulub. Linzalıdır, xətt vurur. Cəriməsi var və ya maşın buna görə duracağa təmin olunurmu? Dumanla LED-dir. Bəli, dumanlı, deməli Wrangler LED duman işığı qoyulub. Hə, bu Wrangler məsələsinə görə mən istərdim, çünki Zöhrab bu mövzuda daha belə deyək də, həm texniki tərəfini bilir, həm qanuni tərəfini. Bəli. Wrangler əslində qanun bizə deyir ki, istehsalı dayanmış nəqliyyat vasitələrinə, digər marka və model nəqliyyat vasitələrinin, xarici işıq cihazlarının quraşdırılmasına icazə verir. Amma hansı tip işıqların quraşdırılmasına yol verilir? Bax, bu tip məsələsi, yəni sırf zöhrablıqdır. Yaxşı olardı ki, Zöhrab onu da gələcək günlərdə efirimizə dəvət edəcəyik. İnşallah növbəti efirlərdə. Yəni faraların bu işıq quraşdırılmasına bağlı, onların işıq cihazlarının quraşdırılması ümumiyyətlə həm texniki, həm də qanuni tərəflərinə bağlı. Yəni dostlarımız da var, onlarla bağlı köməklik göstərəcəyik. Salamlayan şəxslər də var, salamlayırıq hər birinizi. Hal-hazırda bizi izləyənlər. Ümumiyyətlə, baxın, yol hərəkət qaydalarına bağlı elə bir mövzudur ki, bəzən mütəxəssis axtararsınız ki, o sualı yönləndirəsiniz. Qardaş, mənim başıma belə bir şey gəlib. Mən texniki baxışdan keçmək istəyirəm. Bunun rüsumu nə qədərdir? Ümumiyyətlə, yolda cərimələnmişəm, burada məni cərimələyiblər. Bu niyə belə oldu? Nədən baş verdi? Bu protokol mənə düzgün yazılıbmı? Suallar əslində çoxdur. Bax, başınıza gələn hadisələri soruşa bilərsiniz. Hüseyn dostumuz suallarınızı cavablandıracaq. Şərh bölməsinə yazın, zəng eləyin, WhatsApp-ımıza səs göndərin, hətta şəkillər göndərə bilərsiniz, protokolu göndərin. Orada canlı yayımdan bizi izləyənlər, siz orada şəkilləri də görəcəksiniz. Elə onun üzərində danışacağıq. Nömrəmiz isə belədir. 050 505 55 25. Nömrəmizi bir daha səsləndirirəm. 050 505 55 25 nömrəsinə WhatsApp-a da yaza bilərsiniz və yaxud da zəng edib elə bizimlə ünsiyyətdə də ola bilərsiniz. Qardaş, mənə cərimələyiblər avtobus yoluna, dövlət yol polisi əməkdaşları dedi gir, girdim. Bu da əsas məsələdən biridir. Cərimə fərdi, deməli cərimə gəldi və şikayət elədim. Necə olacaq axırı deyə bax belə bir sual yaranır. Yəni əgər yol polisinin tələbi ilə həmin şəxs avtobus zolağına daxil olubsa və növbəti yol ayrıcında avtobus zolağından çıxmadan yenə də avtobus zolağına hərəkəti davam eləyibsə, cərimə qanuni yazılıb. Yox, əgər bu yol polisinin göstərişi ilə avtobus zolağına daxil olub və daxil olan yerdə kamera çəkib bunun cərimə yazıbsa, mütləq qaydada cərimə silinməlidir. Əgər yanlış etmişiksə, ümumiyyətlə qaydanı pozmuşuqsa, o cərimə bizə bir gün ərzində gəlməlidir də, düzdürmü? Bir sutq ərzində yol gəlməlidir. Elektron cərimə sistemə 24 saat ərzində, bir gün ərzində elektron qərar şəklində oturmalıdır. Yox, əgər o gecikirsə, məsələn, o gecikirsə artıq şəxs məsuliyyətə cəlb oluna bilməz. Biz yadındadırsa belə bir məsələ ilə bağlı danışırdıq. Texniki baxışda yanğın söndürmə balonlarından söhbət düzdürmü? Sən hətta vurğulamışdın ki, orada yanğın söndürmə balonunun sertifikatı da olmalıdır. Tələb edirlər sertifikatı. Yəni belə balonları da tapmaq bir çətin məsələlərdən biridir. Mən əslində burada bir məhsul da var. Həm onun tanıtımı ilə bağlı məlumat vermək istəyirəm izləyicilərə. Həm də bununla bağlı istəyəcəm ki, Hüseyn də bir fikrini bildirsin. Nanofire texnologiyasından söhbət gedir. Yəni yanğın söndürmə balonlarından söhbət gedir. Ümumiyyətlə məhsul artıq 2 ildən çoxdur ki, dünya bazarında beynəlxalq şirkətlər tərəfindən qəbul olunub və lazım olan bütün
beynəlxalq sertifikatları da əldə edib. NanoFire yanğın söndürmə balonlarından söhbət gedir, dəyərli dostlar. Yeni texnologiyadır. Yəni nanotexnologiyası və tərkibi də bor məhsuludur. Onu mən bildirim sizə. Qısa zamanda ümumiyyətlə o alovu söndürür. 1,5-2 saniyə ərzində söndürmə qabiliyyətinə malikdir. Bununla bağlı çəkilişlər də var. Hətta çəkilişləri özüm də izləmişəm. Tez bir zamanda da həmin hissəni soyudur, yəni. Onun bir də yenidən alışması mümkün olan bir şey deyil. Bu məhsulları məntəqələrdə məsələn avtotəmir yağ dəyişmə mərkəzlərindən rahat əldə edə bilərsiniz. Həm də sertifikatlı məhsuldur, sertifikatı da sizə təqdim edirlər. Yəni texniki baxış zamanı siz ümumiyyətlə yanğın söndürmə balonu ilə bağlı yaşadığınız problemlər bitəcək bunlardır. Bəli. Rahat ala bilərsiniz ki, texniki baxışda ümumiyyətlə bizdən istənilən məsələn yanğın söndürmə balonudur. Sonra Ümumiyyətlə boksa daxil olmaq üçün 3 dənə vacib belə deyək də təqdim olunmalıdır. Birinci yanğın söndürən balondur. Minik avtomobillər üçün minimum 2 kilo olmalıdır. Elə 2 kiloqramdan başlayır yəni. Aha. Bəli. 3 bucaqdır. Yəni hamının bildiyi o triuqolnik deyirlər də, buna qəza durma nişanı. Və tip çantası. Tip çantası da Nazirlər Kabinetinin 399 saylı qərarında göstərilən tərkiblə təqdim olunmalıdır. Yanğın söndürən balon, tip çantası və üçlük. Bu üçlüklə sən daxil olursan texniki baxış məntəqəsinə. O tip çantasında olan dərmanlar. Aha. Məsələn, onların saxlanma şəraiti, isti havada, tip çantasında elə bir dərmanlar var ki, indi sən daha yaxşı bilirsən onları. Çünki sən o sahədə hakimsən, bəli, çalışırsan. Əslində onları o istidə orada saxlaya bilərik biz tip çantasının içərisində. Mən bununla bağlı Səhiyyə Nazirliyinə rəsmi qaydada müraciət etmişdim ki, tip çantasında, yəni Nazirlər Kabinetinin tərtib etdiyi siyahıda elə dərmanlar var ki, onlar soyuducu şəraitində saxlanılmalıdır. Məsəl üçün sulfatçıl adlı göz damcısı var. Hansı ki, hansı aptekə girsən o xalacenikdədir. Yəni soyuducudadır. Bəli. Yayın cırhacırında 50-60 dərəcə istilik olan maşının içində, yəni baqajnikdə və yaxud da ki salonda 50-60 dərəcə istilik olur. Bəli. Mən rəsmi qaydada Səhiyyə Nazirliyinə müraciət elədim ki, bəs sizin tərtib etdiyiniz bu siyahıdakı dərmanlar avtomobilin içində qalanda öz tərkibini dəyişir və hər hansısa bir sürücü və yaxud da ki avtomobildə olan hər hansısa bir sərnişin bu dərman vasitələrindən hər hansındansa istifadə etdikdə və ona bu mənfi təsir göstərdikdə, yəni əks təsir bunun məsuliyyətini kim daşıyacaq? Bu sualı ünvanlamışdım. Onlar da mənə dedilər ki, xeyr, tərtib olunan dərman vasitələri necə göstərilibsə düzdür və hər bir maşının salonunda və yaxud baqajnikində, yəni gün düşməyən hissəyə yerləşdirilməlidir. Həmin o tip çantası. Mən də cavab olaraq, yəni telefon zəng etmişdim. Cavab olaraq onlara bildirdim ki, yəni Azərbaycan Respublikasında heç bir sürücü tip çantasını patpresdə və yaxud maşının damının üstündə aparmır. Hamısı baqajnikdə aparır. Onsuz gün dəyməyən yerdə. Onsuz gün dəyməyən bir yerdə. Deyirəm ki, gün dəyməsə belə salonun içi 50 dərəcə isti olur. Və dedilər ki, yox, bizə belə bir təlimat verilib, bu cür olmalıdır və yəni mənim verdiyim sualdan suala cavab tam cavab ala bilmədim. Yəni hər hansısa bir sürücüyə və yaxud da ki sərnişinə əks təsir göstərsə dərman məsuliyyətini kim daşıyacaq? Və mən əminəm bu sualın cavabı bilirsiniz nədir? Nə? Məsuliyyəti sürücü daşıyacaq. Məsuliyyət sürücünün üzərində. Niyə verdin? Sən gərək birinci özün içərdin, yoxlayardın, ölməsəydin verərdin ona. Tip çantasında olan dərmanlar təcili yardım maşınında olmur. Təcili yardım maşınında heç olmur. Amma sürücülərdən bu istənilir ki, olsun. Bəli. Yarışmalarımız olacaq. İndi bugün demirəm, amma ümumiyyətlə biz sizə 4 litr hava olan yağı da qazandıracağıq. Daha sonra NanoFire yanğın söndürmə balonu da hədiyyə edəcəyik. Axşamınız xeyir dostlar, sizi salamlayıram. Zöhrab dostumuz bizi salamlayır. Zöhrab dostumuzu salamlayıram. İnşallah ki, gələcək günlərdə Zöhrabı da burada qonaq edəcəyik. Faranın reflektoru varsa LED lampa qoymaq olarmı? Qanun icazə verirmi? 2012 model Elantraya deyə belə bir sual gəlib. Zöhrab da orada yazıb əslində, cavab verib. Nə yazıb? 50 voltaja qədər LED quraşdıra bilərsiniz deyir. Yazıb orada. Onun sahəsində bax, o da elə birbaşa oradan. Sağ olsun Zöhrab kömək eləyir.
Elə anında ora cavab verir. Salam qardaş, salam. Maşının deməli yanında işləv vəziyyətdə peçin bir tərəfi yaxşı vurur, bir tərəfi zəif. Hə, bu təmirlə bağlıdır. Onsuz da bizim adımızı görəndə təmirlə bağlı suallar da verirlər. Problem yoxdur Emin bəy. Direct bölməsindən yazın, biz sizə usta nömrəsi göndərəcəyik. Amma sürəndə hamısı yaxşı vurur, nədəndir deyə ona artıq usta baxmalıdır Emin bəy. Siz bizə direct bölməsindən yazın, biz sizə nömrə göndərəcəyik bununla bağlı. Salam, axşamınız xeyir. Salamlayıram qonağı da Elsəvər bəy yazır. Veriliş hansı radioda gedir deyə Elsəvər bəy yazır. Yox, bu bizim canlı yayımımızdır. Bax, canlı yayımdan bizi izləyənlər. Bu canlı yayımlar paylaşılacaq. Qeyd edim ki, indi düzdür. Hal-hazırda Fuad buranda montaj edəcək, bizim dostumuzu salamlayıram. TikTok canlısında bizi görürsünüz, oradan bizə yaza bilirsiniz, efirə qoşula bilirsiniz. Amma bu çəkilişlər podkast formasında, yəni montaj olunacaq, belə deyim. Ümumiyyətlə Facebook, Instagram, YouTube üzərində biz paylaşımlar edəcəyik, bunları da paylaşacağıq. Qısa paylaşımlarda siz görəcəksiniz. Və belə canlı yayımlarda edirik ki, həm sizə daha yaxın olaq, həm qonaqlarımızla birbaşa ünsiyyətdə ola bilərsiniz. Radio layihəmizdə olacaq, onu da mən bildirim sizə. Təbii ki, bu barədə də biz səhifələrimizdə paylaşımlar edəcəyik. Ümumiyyətlə yol hərəkət qaydaları ilə bağlı, cərimələrlə bağlı, texniki baxış, adlarında keçirmələr, rüsum məsələləri, nə suallarınız varsa hal-hazırda bizi izləyənlər nömrəmizi səsləndirmək istəyirəm. Bax, bu nömrəyə WhatsApp-a yazın və yaxud da zəng eləyin. Birbaşa ilə buradan cavab verə bilərik sizə. 050 505 55 25 bizim nömrəmizdir. 050 505 55 25 və suallar var. WhatsApp-a suallar gəlib. Burada istərdim bir sual oxuyum. Deyir, VIN-koda uyğun pnevma quraşdırmaq olar, avtomobilin VIN-koduna uyğun istehsal edilib. Ümumiyyətlə, pnevmadır, sport tipli yaylardır və s. Əgər avtomobilin marka modelinə uyğun istehsal olunubsa və bunu ixtisaslaşdırılmış servisdə düzgün qaydada quraşdırırsınızsa və yaxşı olardı ki, mən məsləhət görərdim ki, görülən işlə bağlı bir rəsmi arayış alasınız. Yəni ki, bu avtomobilə quraşdırılan pnevma və yaxud da ki, sport tipli yaylar, sport prujinlər və s. və ilaxır düzgün qaydada quraşdırılıb, o zaman bir problem olmayacaq. Nömrənin axırı deyir necə oldu? 050 505 55 25. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Salam, axşamınız xeyirli olsun, hər vaxtınız xeyir. Sizi Lənkərandan salamlayıram, biz də sizi salamlayırıq. Mən 60-lıq yolda 100-lə sürdüyüm üçün məni yol polisi saxlayıb avtoxuliqan kimi aparmaq istəyirdi. Mən 102-yə şikayət etdim, dedim cəriməm nədirsə, 60-lıq yolda 40 sürətim artıq olub, onun cəriməsini ödəməyə hazıram, heç bir manevr etməmişəm. Öz yolumda getmişəm. Məni yol polisi cərimə yazmadan buraxdı. Yolda sürət aşanda yol polisini saxlamaq ixtiyarı varmı? Ümumiyyətlə, mən buradan istərdim bildirim ki, sürət həddinə görə, sürət həddinin aşılmasına görə xüsusi texniki vasitələr var. Bu, həm stasionar radarlardır, həm də mobil radarlardır. Mobil radarlar dövlət yol polisinin üzərində olan, avtomobilin üzərində olan iPatrol vasitələrdir, yəni xüsusi texniki vasitələrdir. Və sürət həddinin aşılması bu iki cihazla qeydə alınır və birbaşa sürücünü saxlamadan, sürücü ilə ünsiyyət qurmadan birbaşa sistemə elektron qərar oturulur. Vəssalam. Yəni sürücü 50-li yerdə tutam 80-la gedirsə, 100-la gedirsə, 110-la gedirsə, ona uyğun cərimə və cərimə bağlı sistemə yüklənilir. Yol polisinin bunun sürət həddinin aşılmasını gözü ilə təyin eləyirsə, misal üçün hər yan 50-dir, amma kimsə gəlir sürətlə gedirsə, yol polisi saxlaya bilərmi bunu? Saxlaya bilər. Amma burada bir məqam var.
Ola bilər ki, mən bununla bağlı bir məlumat vermişdim radioda, istərdim burada da deyim. Ola bilər həmin şəxs narkotik çəkib. Düzdürmü? Ola bilər psixotrop maddədən istifadə edib, ola bilər sərxoşdur və s. Özündə deyil deyə bu cür sürür. Yol polisi profilaktik tədbir üçün sual verə bilər ki, vəziyyət nətərdir? Bəlkə qatildir, öldürüb adam. Sistemə vurdu adını, soyadını, gördü ki, hər şey qaydasındadır, nə içki içib, nə bilim narkotik qəbul edib, hər şey qaydasındadır. Sadəcə bu adam belə deyil, tələsir harasa. Xəbərdarlıq eləyə bilər ki, bu cür qaydada avtomobil çalış, idarə etmə. Bu qədər. Vəssalam. Yəni cərimə müeyyidəcəsini aparmaq söhbəti yoxdur. O ümumiyyətlə protokol tərtib eləyə bilməz. Onların səlahiyyəti yoxdur sürətə görə protokol açmaq. Vəssalam. Salamlayır izləyici bizi sağ olsun. Yazır ki, mən bilmək istərdim ki, maşında olan nömrəni dəyişmək istəsəm, bunu qanuni şəkildə edə bilərəmmi? Yəni nömrənin dublikatını çıxartmaqdan söhbət gedir, yoxsa ümumiyyətlə nömrənin başqa ümumiyyətlə nömrəni dəyişmək deyir. Yox, ümumiyyətlə nömrəni dəyişmək düzdür. Bizim təlimatda, Daxili İşlər Nazirliyinin təlimatında, yəni nömrələrin verilməsi ilə bağlı təlimat var ki, vətəndaş onun istəyinə uyğun hər hansısa bir nömrəni internet portal vasitəsilə və yaxud da ki, qeydiyyat imtahan idarələrində quraşdırılan aparatlar vasitəsilə istənilən nömrənin kombinasiyasını yazsın, hərf və rəqəm kombinasiyasını, rüsumu çıxacaq, rüsumunu ödəsin və gedib həmin nömrəni almaq hüququ var hər bir Azərbaycan Respublikasının vətəndaşının. Amma bu var dediyim sadəcə təlimatdadır, kağızdadır. Reallıqda heç bir sürücü, yəni istədiyi kimi gedib, ümumiyyətlə birinci baza yoxdur ki, o nömrələri görsün, ikinci aparatlar olsa belə aparatlar işləmir, yoxdur. Odur ki, hər hansısa bir nömrənin dəyişdirilməsini istəyirsə, gərək alqı-satqı etməlidir. Yəni alqı-satqı olsun və ondan sonra desin ki, mən falan nömrəni istəyirəm. Ancaq belə. Salam aleykum, aleykum salam. Hyundai i40 pnevmaya icazə varmı deyə Nədir? Belə bir sual var. Hyundai i40 pnevmaya icazə varmı? Pnevmaya bilirsiniz, elə maşınlar var ki, onlara istehsalçı zavod tərəfindən pnevma quraşdırılmayıb. Yəni zavoddan o cür çıxmır, amma istehsalçı şirkətlər var ki, sırf həmin maşın üçün pnevmanı quraşdırırlar. Yəni sertifikatlı bir məhsul təqdim eləyirlər. Quraşdırırlar. Sadəcə burada bir məqam var ki, bayaqlarda qeyd etdim ki, yaxşı olardı ki, bunu ixtisaslaşdırılmış servisdə etsinlər, arayış alsınlar, təhlükəsizlik baxımından, düzgün quraşdırılma baxımından və ondan sonra rahat şəkildə idarə etsinlər. Qeyd edim ki, Qanunacılıq layihəsinin rəhbəri Hüseyn dostumuz buradadır. Bax, yol hərəkət qaydalarına bağlı, cərimələrlə bağlı, yol hərəkətinin təşkili ilə bağlı nə sualınız varsa, sualınızı yazıb rahat bir cavab ala biləcəksiniz indi hal-hazırda. Nömrəmiz sizə belədir: 050 505 55 25. Bir daha nömrəmizi səsləndirirəm. 050 505 55 25 nömrəsinə yaza bilərsiniz, zəng edə bilərsiniz, şərh bölməsinə yaza bilərsiniz ki, sualları səsləndirə bilərik. Mənim avtomobilim Mercedes-i deyir. Arxa yayların istismar müddəti bitdiyi üçün arxa hissəsi nisbətən biraz yatıb. Bununla bağlı avtomobil duracağa qoyulub. Qanunla əgər belədirsə, duracağa yerləşdirilə bilərmi avtomobil? Avtomobil arxası yatıb deyir. Bəli. Niyə yatıb? Deməli, arxa yayların istismar müddəti bitdiyinə görə. İstismar müddəti bitdiyinə görə 50 manat cərimə yazıla bilər həmin sürücüyə və buna görə avtomobil duracağa yerləşdirilə bilməz. Əgər yaylar kəsilibsə, qızdırılıbsa, presə verilibsə və s. O zaman 150 manatlıq cərimə tətbiq edilə bilər və avtomobil duracağa yerləşdirilə bilər. Yox, əgər istismar müddəti bitibsə, ölü yaylarda belə deyək, ölüb, yaylar ölüb, öz müddətini yaşayıb. O zaman yol polisi hətta saxlayıb, xəbərdarlıq eləyə bilər ki, maşını bu cür sürmə. Gedib bunları aradan qaldır. Yazır ki, amma ardı da var və bu 342.2.3-cü maddəsində olduğu kimi sürücü tərəfindən konstruksiya dəyişikliyi kimi qəbul edilə bilərmi? Yox, qeyri-mümkündür. 342.2.3 tamamilə qeyri-bərabər paylanma, ağırlıq mərkəzinin pozulması və s. və ilaxır. Yəni, o özdə qeyri-mümkündür. Xeyr. Nömrə qabına görə cərimə varmı? Nömrənin kənar xətləri görsəmir. Qalan açıq, aydındır. Bildiyimiz adi qeydiyyat nişanı üçün qab deyir. Xeyr, heç bir. Əsas odur ki, nömrə görsənsin və salam. Nömrə qabı, nömrəni örtürsə, nömrənin rəqəmləri, hərfləri örtülürsə,
Bəli. 050 505 55 25. Bax bir daha səsləndirirəm. Kimlər ki yazıb onların suallarını hələ də oxumamışıqsa 050 505 55 25 nömrəsinə yazın, WhatsApp-a yazın, zəng eləyin. Sizə necə rahatdırsa. Biz də onlara bir-bir Mən səsləndirəcəyik. istərdim bir dənə bu sual cavablandırım. Faralara LED hansı kriteriyalara görə icazə verilir? Ümumiyyətlə LED qadağandır, LED taxmaq olmaz deyə bir anlayış yoxdur. Sadəcə baxır avtomobilin marka modelinə uyğun olan LED var, yoxsa yoxdur və onun gücündən söhbət gedir. Adətən, yəni qanunvericilikdə olmasa da bu beynəlxalq praktikada belədir ki, halogen tipli lampalarla LED tipli lampalar eyni tip olduğu üçün hara halogen gedirsə, onu LED-dən əvəz etmək olar. Halogenin qızma dərəcəsi LED-dən qat-qat çoxdur. Misal üçün, yadıma gəlir, Zöhrab bir sual vermişdi. Halogen yarım saata nə qədər qızır və LED neçə dərəcəyə qızır. Yəni, halogen istifadə olunan yerlərə LED qoymaq olar. Və hansı faranın üzərində HCR, HC-R və yaxud HC, HR hərfləri, kodlaşması varsa, siz o rahatlıqla həmin avtomobilə halogeni LED-lə əvəz edə bilərsiniz. Lakin burada bir məqam var ki, hər LED-i də taxmaq olmur. Elə LED var ki, güclüdür. Halogen, misal üçün, 1500-2000 lümen üçün nəzərdə tutubsa, həmin o faranın gücü ötürmə gücü, işığı ötürmə gücü, amma LED gələcək 5000-6000 versə, avtomatik olaraq bu birincisi tənzimləyə bilməyəcək, ikincisi də qarşıdan gələnlərin gözünü çıxaracaq. Bəli. Nəticə etibarilə yenə də qayda pozmuş olacaq. Ona görə yaxşı olardı ki, elə Azum İşıqlandırma Studiyasına da müraciət etsinlər bu LED-lə bağlı tam qanun çərçivəsində sizə köməklik göstərsinlər. Maraqlı bir sual gəlib. Deməli, izləyicimiz Salam Mirvizov sağ olsun. Yazır ki, Mayka ilə yayda maşın sürəndə məni polis saxlayıb cərmələdi, ixtiyarı varmı deyir. Bax, bu cərmə elə bir cərmədir ki, yayda baş verir, amma yadında qalıb onun. Olmaz, Mayka ilə olmaz da. Olmaz, bir mənalı olmaz. Mayka nədir, qardaş? Şəpitlə olmaz, Mayka ilə olmaz, sportivni ilə ümumiyyətlə olmaz. Şortiklə də olmaz. Şortiklə də olmaz. Əsas bu məsələ şortik. Şortik məsələsidir. Təbii ki, bunlar hamısı, yəni biz bu verilişdə deyirik, sonra kimsə bunu ciddiyə alacaq. Deyəcək ki, orada bir ekspert var. Yox, ya da bir inspektor var. Deyir ki, şortiklə taxmaq olmaz, şortiklə maşın sürmək olmaz. Elə bir söhbət yoxdur. Sadəcə bu bilsiz nə mentalitet deyilən bir şey var da. Yəni bir növ yol polisi saxlayıb deyə bilər ki, ayıbdır, cəmaatın anası bacısı var. Eləmə də bunu. Ona görə. Amma qanunda heç bir cərimə var yəni ona görə. Yox, nə cərimə olacaq? Hal-hazırda yazır ki, maşının arxa şüşəsinə içəridən şeytan göz işıq qoysam cəriməsi varmı? Arxa patpresdə yanıb sönür. Göz qoyurlar da, gözdür. Bax, bu məsələ doğrudan burada bir sualım yaranacaq mənim. Bax, bu məsələdir. Sonra tutaq ki, deyirəm, indi avtomobil klubları var da, düzdürmü? Klubların məsələn yazıları olur. Heç bir onlar bir yazı yazırlar, ya kimsə avtomobilə yazı yazır. Mən hətta bir çəkiliş də izləyirdim onunla bağlı. Dövlət Yol Polisi əməkdaşı gəlir, o yazını oradan silirdi ki, bu digər sürücüləri istərsiniz fikirlərini dağıdır. Onda bu yük avtomobilləri var, hansı ki reklam eləyirik, bankların reklamıdır, nə bilim yoğurtdur, qatıqdır və s. reklamlar eləyirik, yük avtomobilləri və yaxud da ki adi minik avtomobillərdə bir də görürsən də, nə bilim Sibirskaya Zdaroviyan falan, onda onlar da sökülsün də, o da fikir yayındırır da, düz deyilmi? Bəli, doğru. Yox, fikir yayındırmaq söhbəti bu başqa məsələdir. Yəni onun ona, yəni qanunla bunun hər hansısa bir qadağası yoxdur. Sadəcə kommersiya məqsəd daşıyırsa hər hansısa bir yapışqan kommersiya. Onun bir növ elə bir icazəsi falan olmalıdır ki, mən yəni reklam xarakterli, o. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir.
Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Və Hüseyn dostumuz nə yazır? Salam olsun əzizcanlar, necəsiz? Çox sağ olsun, minnətdarımızı bildiririk. Radiodan daimi dinləyicimiz idi. Burada da bizi tapıb. Çox sağ olsun, minnətdarıq. İzləyicilər çox sağ olun, minnətdarlıqlarını bildirirlər ki, suallarını cavablandırırıq. Yəni biz ona görə buradayıq ki, sualları cavablandırırıq. Sən burada sual verir ki, Hüseyn bəy, sizin kitabınızı necə əldə edə bilərəm? Sən deyərdin də. Hüseyn dostumuzun doğrudan kitabı ilə bağlı ondan mən bildirim sizə. Kitabın burdadır yoxsa yox? Qalıb maşında unutmuşam, geri gətirin. Növbəti səfər gətirərik. Sürücülər üçün yaddaş kitabçasıdır. İnzibati xətalar məcəlləsinin müəyyən maddələri, bəndləri, cərimələr, ballarla bir yerdə bir kitaba yığmışıq ki, sürücülər rahat şəkildə öz həm hüquqlarını bilsinlər, həm də hər hansısa bir qayda pozuntusu olduqda rahatçılıqla kitabda baxsınlar ki, o cərimənin balı var, yoxsa yoxdur. Səsli mesaj var. İndi səsli mesajı səsləndirəcəm. İnanıram ki, hər birimiz eşidə biləcəyik və TikTok canlısında da hətta bizi orada eşidə biləcəklər deyə düşünürəm. Gəlin səsli mesajı səsləndirək. Axşamınız xeyir. Hər vaxtınız xeyir. Qardaş, mən belə bir sual ünvanlamaq istəyirəm. Mən bu maşınımı həyat yoldaşımın adına keçirmək istəyirdim. Bütün sənədləri qaydasına qoydum, qanuni dövlət rüsumunu ödəyərək. Mənə məsəl üçün şərait yaratmadılar ki, mən o dövlət rüsumunu ödəyim, o pasportu keçirdim yoldaşımın adına. Gah mənə dedilər, bank kağızı gətir, gah nə bilim, get rüsumu ödə. Mən dedim, nə qədər rüsum ödəməliyəm, hara ödəməliyəm, mənə yönləndirmədilər ki, nə qədər və necə ödəməliyəm. Mən nə etməliyəm? Bununla bağlı mənə zəhmət olmasa bir məlumat verərdiniz. Sual aydındır. Hə, avtomobili bu qeydiyyata salmaq istəyib, yəni öz yoldaşının adına keçirmək istəyib. Burada çətin bir şey yoxdur. Ən azından bizim səhifəmizdə rüsumlar var. Qeydiyyat prosesinin həyata keçirilməsi addım-addım biz göstərmişik videolarda. Mühərrikin həcminə və ilinə görə rüsum dəyişir. Baxır, marka model yox ha. Mühərrikin həcmi və ilinə görə rüsum dəyişir. Üstəgəl 30 manat qeydiyyat şəhadətnaməsi, texpasport. Nömrə dəyişiləcəksə əlavə 30 manat nömrəyə görə və avtomobil texniki baxışdan keçəcəksə əlavə 30 manat da ona görə ödəniş olunacaq. Yox, əgər avtomobilin texniki baxışı varsa, nömrə avtomobilin üzərində qalırsa, bu rüsumlar ödənilmir. Yalnız qeydiyyat şəhadətnaməsinə görə 30 manat rüsum ödənilir. Bir də avtomobilin istehsal ili və mühərrikin həcminə görə. O da avtomobilin istehsal ilini və mühərrikin həcmini desə, ona uyğun biz deyək ki, nə qədər olacaq? Səhifəmizdə var bizim. Və qeyd edim ki, indi hal-hazırda canlı yayımdan yazanlar sizin hər birinizi də salamlayırıq. Yeni qoşulanlar var burada. Canlı yayımı da yazırlar ki, paylaşın. Çox sağ olun dəstəyə görə. Minnətdarımızı bildiririk. Bax, belə hallar da var. İndi burada biz maarifləndirmə işi də görürük. Canlımızdakı sayda burada görürük. Amma orada bir iradı da var bir izləyicimizin ki, belə maarifləndirmə işi görürlər, amma canlıda izləyənlərin sayına bax deyir. İndi başqa yerə çevirsək, orada canlıdakı izləyicilərin sayı daha çox. Bu düzdür də qardaş da. Yəni biz beyin yoruruq, sualları cavablandırırıq, insanlara doğru yol göstəririk. Amma inandırımsa ki, bizim aramızda o bir qonaq ola, dırnaq içində. Görün nə qədər adam izləyəcək onu. Burada sual veriblər. Mən istərdim bir dənə cavablandırım TikTokdan gələn sualları. 1.1 xəttini tapdalasam da, tapdalayıb dönsəm də eyni dərəcəli sayılır. Əgər eyni istiqamətli yolda 1.1 nişanlama xəttini tapdalayırsınızsa 40 manatdır. Yox, əgər tapdalayıb geriyə, sola dönürsünüzsə 100 manat 3 baldır. Bir ay əvvəl nömrələri dəyişmişəm. Səbəbsiz yenidən dəyişə bilərəm. Yəni nömrələri necə dəyişmisiniz? Dublikatını çıxartmısınız siz və yenidən dublikatını çıxartmaq istəyirsiniz, yoxsa necə? Bax, onu bir dənə açıqlama verin. Nömrəyə yazmışam deyir, cavab verilməyib. Yox, cavab veriləcək. Yəni nömrəyə baxılır. Nömrələrə cavab veriləcək. Bizim nömrəyə yazılır. Duman dəyişilib bilet ilə əvəz olunur. Bunun cəriməsi var qanuna. Baxır hansı maşındır. Yaxşı olardı ki, az zaman müraciət eləyəsiniz. Onlar sizə tam qanun çərçivəsində, həm də ki, texniki dublikatını dəyişmisiniz. Yəni bir ay əvvəl dublikatı dəyişmişsə yenidən niyə dəyişirsiniz ki? Yəni 30 manatdır nömrələrin dublikatının, yəni çıxarılması. 30 manat qalsın cibinizdə, gedin bir yeyin, için. Niyə o nömrəyə verirsiniz ki, boşu-boşuna? Salam, şüşədə 2 ədəd çat var. Biri ortadan sağa, biri sola. Buna görə dayanacağa qoyula bilər. Əgər görmə məhdudiyyəti yaratmırsa, heç bir cəriməsi yoxdur və buna görə avtomobil duracağa yerləşdirilə bilməz. Amma tövsiyə edərdik ki,
yəni mən bir polis əməkdaşı olsaydım tövsiyə edərdim ki, bunu aradan qaldır. Yoxsa növbəti səfər Bununla bağlı saxlasam maşınımı salacam iştirafına yəni. Bununla bağlı sənin başına o da maraqlı hadisə gəlmişdi əslində. Mən xatırlayıram onu. Bilmirəm, onu paylaşmaq istəyirsən, bölüşmək istəyirsən yoxsa yox. Çatla bağlı. Çatla bağlı cərimə mediasiyasına aparıblar. Avtomobili belə xatırlayıram. Yadıma salıb bir dənə. Sonra sən demisən ki, belə bir şey yoxdur, ola bilməz. Sonra gəlib baxmışam ki, sonra gəlib baxmışam ki, pis gün yoxdur patresim. Ya onunla sürmək olmaz da həqiqətən. O heç də yəni yadıma düşdü. Hal-hazırda bizi izləyənlər, dəyərli dostlar, Qanunacılıq layihəsinin rəhbəri Hüseyn dostumuz burdadır. Bax, yol hərəkət qaydalarına bağlı, cərimələrlə bağlı, texniki baxış, addan da keçirmələr, rütbə vermək. Nə sualınız varsa, suallarınızı rahatlıqla bizə yönləndirə bilərsiniz. Şərh bölməsində yaza bilərsiniz və yaxud da nömrəmizə mesaj göndərin, yazılı və yaxud da səsli, fərq eləmir. 050 505 55 25 nömrəmiz aktivdir və bu canlı yayınları biz tez edəcəyik, onu bildirim sizə. Hətta hədiyyələrimiz də olacaq. Efirimizin baş sponsoru Havoline yağlardır. 4 litr Havoline yağı qazanan bir izləyicimiz olacaq. Sonra mən yanğın söndürmə balonu ilə bağlı NanoFire yanğın söndürmə balonları qeyd edirəm. Sertifikatlı balon bir sürücümüzə hədiyyə edəcəyik, onu da bildirim sizə. Redol yanacaq doldurma məntəqəsi. Avtomobilə nə lazımdır? Yanacaq lazımdır təbii ki. Bəli. Benzin 92, Özü 95, orada deyəsən ucuzdur, hə? dizel. 90 qəpik idi, səhv etmirəmsə. Yox. Hər yerdə eynidir, amma yanacaq kuponları sizə təqdim edəcəyik biz Redol yanacaq doldurma məntəqəsindən. Bu məlumatı sizə bildirim. Yerli istehsalımız Klas əyləc bəndləri var. Onu vurulamaq istəyirəm. Keyfiyyətli məhsuldur. Klas əyləc bəndlərini sizə təqdim edəcəyik dəyərli dostlar. Amma canlı yayınlarımızda qaçırmamaq lazımdır ki, bu hədiyyələri də qazana biləsiniz deyə. Digər mesajımız isə nə ilə bağlıdır? Gəlin baxaq. Salamlayır izləyici bizi sağ olsun. Yazır ki, Qubaya pullu yolla getmək istəyirəm. Aha. Sürət həddi maksimum neçədir orada deyə yazır göndərir. 110-dur da, səhv etmirəmsə. Bəzi sürücülərimiz o yol təzə istifadəyə veriləndə sürət həddini orada limit qoyulmamışdır. Və həmin şəxslər də nə etdilər? 170, 200, 220, 230 sürətə qaldıraraq avtomobil orada idarə etdilər və bunu çəkib sosial şəbəkədə paylaşdılar. Nəticə etibarilə bu dalğavari bir effekt yaratdı. Sən etmisənsə mən niyə etməyim? Mən etmişəmsə digəri niyə etməsin? Belə yol polisi də dedi ki, aha, bunu edirsinizsə siz. Biz sizin üçün şərait yaratmışdıq ki, rahat çatasınız və s. və ilaxır. Nə etdilər? Radar qoyuldu, sürət həddi qoyuldu. Nəticə etibarıyla bizə verilən bu belə deyək, rahatçılığın qarşısını özümüz elədik. Sürürsən qardaş, sür də, amma bunu niyə çəkib paylaşırsan axı? Bəli. Bu, yəni bilsən, sağlam olmayan düşüncəyə sahib olan insanlar da gedib orada yüksək sürətlə sürüb qəza edə bilərdi, həyat itkisi ola bilər və s. Bunun qarşısını necə almaq olar? Radar qoymaqla. Vəssalam. Ki, sürməsinlər. Digər izləyicimiz nə yazır? Bizə Salamir bizi sağ olsun yazır ki, dumanla dəyişilib bilet ilə əvəz olunub. Bunun cəriməsi varmı qanunla deyir? Dumanla bilet ilə əvəz olunubsa, burada hər hansı bir qayda pozuntusundan söhbət gedə bilməz. Yəni bilet yığılıb sonra əsas odur ki, düz xətt versin, bir problem verməsin və salam. Burada bir dənə də sual istərdim mən oxuyum. Deyir, bərbad olan yolun sol tərəfi ilə maşın sürsək qayda pozuruqmu? Sən cavab verərdin. Bərbaddır. Yolun sağ tərəfi bərbaddır. Sən də məcbursan. Əslində bununla bağlı cərimələnən şəxslər var. Aha, səncə doğrudur yoxsa? Sürücülər cərimələnir. Deyir ki, bir xətti tutub getmişsən, ona görə cərimələyirsən. Amma sürücü də bildirir ki, yolun sağ tərəfi bərbaddır. İndi burada adam nə etməlidir əslində? Bax, o deyir, yuxarı baxırsan, bığ aşağı baxırsan, saqqal. Bax, eyni bir şeydir də. Yəni sürücünün qayda pozmaması üçün bütün şəraitlər yaradılmalıdır ki, sürücü qayda pozanda o cərimələnsin. Sürücünün qayda pozmaması üçün şərait yoxdur. Məcburiyyətdən qayda pozur bəzən sürücülər. Əksər rayon yollarında yolun sağı bərbaddır. Bəli. Və sürücülər nə edirlər? Məcbur solla hərəkət edirlər. Qanunvericilik də bizə deyir ki, yolun sağı boşdursa, sol ilə hərəkət etmək qadağandır. Şəhərdən kənar yollardan söhbət gedir. Ya burada iki variant var. Ya yolun sağı düzəlməlidir və sürücü sağla getməlidir. Ya qanunvericilikdə dəyişiklik edilməlidir ki, yolun örtüyü bərbad vəziyyətdə olduğuna görə şəhərdən kənar yollarda sürücülər məcburiyyət qarşısında qalıb sol ilə hərəkət etdiyi hallar qanunda istisna haldır. Yəni yolun sağı bərbaddır, mən soldan gedirəm, buna görə məsuliyyətə cəlb oluna bilmərəm.
Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Yalnız NanoFire Borex balonları istənilən növ yanğını 2 saniyə ərzində söndürür və 3 il dəyişdirilmədən tam zəmanət verir. Yalnız NanoFire Borex balonları 900 Celsi temperaturunda istənilən növ maddəni və əşyanı 30 Celsi dərəcəyə qədər soyudur və təkrar yanmasının qarşısını alır. NanoFire Technologies. Seçiminizi edin ki, biz yanınızda olaq. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Maşının mühərrikində şatum vurub, blokdan çıxıb, başqa mühərrik almışam, amma nömrəsizdir. Necə qeydiyyata aldıra bilərəm deyir. Nömrəsizdir. Mühərriki dəyişib ona görə. Hə, mühərrik dəyişilibsə 60 manat bunun xərci var. 30 manat çex pasport, 30 manat da texniki ücret göstəricilərinin dəyişdirilməsi. Sadəcə motorun mənbə sənədi lazım olacaq. Mənbə sənədi yoxdursa maşın 1 aya yaxın qalacaq DP-də araşdırmaq olacaq, araşdırma gedəcək ki, avtomobilin üzərinə qoyulan mühərrik oğurluq və yaxud da ki, qaçırılmış nəqliyyat vasitələrinin üzərindən çıxarılıb, yoxsa yox. 1 aydan sonra bir dənə rəy veriləcək ki, get qoy maşının üstünə, kef elə, o da gəlib qoyacaq, kef eləyəcək. Deməli, izləyicimiz yazır ki, texniki baxış 2 ildən 1-dir, yoxsa hər ildir? Hər il? Yox. 4 ilə qədər avtomobillər texniki baxışdan keçmir. 4 ildən 10 ilə qədər, yəni istehsal ilindən söhbət gedir. 4 ildən 10 ilə qədər olan avtomobillər 2 ildən 1-dir. 2014-cü ilin avtomobilidir. 2014-dürsə, hər ildir. Hər il. 2025-ci ildən bəri hər il keçəcək. 10 ildən yuxarı isə hər il keçir. 20 ildən yuxarı isə 6 aydan 1. 30 ildən yuxarı 3 aydan 1. Yoxdur. Zarafat edirəm. Elə demək, sonra izləyicilər var ki, qarışdıracaqlar yəni. Bilməyəcəklər hansını düz deyirik. Deməli, dinləyicimiz yazır, salam axşamınız xeyirli olsun, vaxtınız xeyir. Prioraya sport pujun quraşdırmaq olarmı? Yox, olmaz. 150 manatlıq cəriməsi var onun, ala bilər. Sertifikatlı yaydısa, sən nə etmək istəyirsən? Gəlmişik burada maarifləndirmək. Sport yaylar ümumiyyətlə, bax sertifikatlı məhsuldursa, avtomobilicə uyğundursa, sport yaylar var ki, bu işi görən mütəxəssislər də var. Onlar da hətta tanıyırıq. Sertifikat da verirlər. Yəni onun heç bir cəriməsi yoxdur. Düzgün qoşulursa, düzgün qaydada həmin o ağırlıq mərkəzi paylanılırsa avtomobilin heç bir problemi yoxdur. Yetər ki, bu ixtisaslaşdırılmış servislərdən birində quraşdırılsın, arayış alınsın və rahat şəkildə avtomobil idarə olunsun. Hüseyn Zöhrabın bazarını öldürmə deyə bir izləyicimiz yazır, göndərir bizə. Düz deyir. Salamlayırıq bizə izləyicilərimizi. Hal-hazırda bizi izləyənlər, yeni qoşulanlar hər birini salamlayırıq. Qanunacılıq layihəsinin rəhbəri Hüseyn dostumuz buradadır. İşimiz nədən ibarətdir? Yol hərəkət qaydaları, cərimələr, texniki baxış, avtomobilin addan da keçirilməsi, çətinlik yaşayırsınızsa, problem yaşayırsınızsa, protokol açılıb sizə, mən burada niyə cərimələndim, bu hadisə niyə başıma gəldi, bu düzgündür, düzgün deyil, şəkil varsa şəkil göndərin, protokol varsa protokol göndərin. Bütün sualları elinə cavablandırın. Bütün suallara cavab verməyə hazırıq. Nömrəmiz belədir. 050 505 55 25. Bax bu nömrənin WhatsApp-ından yaza bilərsiniz, zəng edə bilərsiniz, şərh bölməsində sualları yaza bilərsiniz. 050 505 55 25 nömrəsinə yazıb sualları bizdən soruşa bilərsiniz ki, kömək etməyə hazırıq. İstərdim 3 dənə sual oxuyum. Çünki bayaqdan 3 dənə sual dalbadal verilir. Buyur. O bayaqlar dediyi nömrəni səbəbsiz yerə dəyişmək istəyirəm. Həmin şəxs yazır ki, nömrəni sadəcə yeniləmək istəyirəm. Təzə nömrələr verilir axı, cefissizdir. Ona görə əslində burada hər hansı bir məhdudiyyət yoxdur. Yəni edə bilərsiniz. Burada bir problem yoxdur. İkincisi, deyir Hüseyn bəy, sağ kənar zolaq velosiped zolağıdırsa, bu zolağa daxil olmadan dayanmaq olarmı? Əslində sağ kənar zolaq bu zolağa daxil olmadan dayanmaq olarmı? Hətta yəni bir növ onun yanındakı zolaqdan söhbət gedirsə, mən sizə inandırım ki, sizə ikinci cərgədə saxladığınıza görə 80 manat 2 bal cərimə yazacaqlar. Çünki birinci zolaq velosiped zolağı. Amma ümumiyyətlə qanun deyir ki, ikinci cərgə zolaq yox ha, cərgə. Cərgə nə deməkdir? Maşınlar dayanıb bir cərgə sağda. Sən gəlib onların yanında dayanırsansa, avtomatik ikinci cərgə yaradırsan. Əgər avtomobil heç nə yoxdursa, bomboşdursa, sən gəlib dayanırsansa, bu ikinci cərgə hesab edilmir, amma bizim kamera arxasında oturan bəzi mütəxəssislər ikinci cərgə kimi cərmələyir. Odur ki, lazım deyil də sizə.
Digər 3-cü sual var idi orada, yoxsa ikisini oxudun? Bir də 2 dənəsini oxudum. Gözündən yayındı. Onlar- O dinləyici, izləyici bir də yazsın. Yəni belə Mənim sualıma adamlara baxılmadı. əziyyət verməyək. Ömər, elə bax mənim İzləyicimiz yazır ki, bir tərəfli yolda sağ tərəfdən maşını üstələməyə icazə varmı? üstələmək əgər zolaq Bizdə üstələmək yox, ötmə yazılıb bu manevr deyir. Bir tərəfli yolda. bir tərəfli yolda zolaq dəyişmədən eyni zolaqda digər nəqliyyat vasitəsini keçirsənsə, bu ötmə deyil, bu üstələmədir və Bəli. yandan keçmə hesab edilir. Yəni ötmə zolağı dəyişməklə edilən manevrdir. Hə, yox, siz hərəkətinizi bir istiqamətdə davam etdirirsinizsə, bu ötmə sayılmır. Bəli. Salam qardaş, salam. Çeşka 1999-cu il. Təkər ölçüsü 17. Diskinin cəriməsi nə qədərdir? Mənə buna görə rayonda duracağa qoyub 150 manat cərimə tətbiq ediblər. Qərarsız gəlmişdi. Təzəlikcə qərarlı oldu. Bunu hara şikayət edə bilərəm? Təkər ölçülərinə görə avtomobilin sürücüsünə 150 manat cərimə yazmaq nətərsə elə bilin ki, bu Saharada balıq axtarırsan sən. Bax elə bir şeyə bənzəyir. Yəni mümkünatı yoxdur. Təkər ölçüsü avtomobilə uyğun deyilsə, maksimum 50 manat cəriməsi var. Vəssalam. Və cərimə meydançasına aparmaq məsələsi. Cərimə meydançasına aparılması belə absurddur. 150 manat nə deyir ki? Qərarlı, bəs qərarlı əgər yazılıbsa, yəni şikayət varsa, o protokolda nə yazılıb 150 manat? Normativ tələb pozulmaqla avadanlığın quraşdırılması və ya dəyişdirilməsi. Sual versən ki, normativ tələb pozulmaqla hansı avadanlıq quraşdırmışam? Traktor təkəri qoymuşam mən avtomobilimə. Avtomobilə traktor təkəri qoysan, nə bilim, yük avtomobilinin təkərini qoysan, razıyam. Sən normativi pozursan. Çünki sənin avtomobilin minik avtomobilidir. Sən də traktor qoymusan. Hə, yoxsa var ya Amerikada Prius'a belə böyük təkərlər qoyurlar, clearance-i hündür. Hə, o deyərdim ki, nəsə. Amma qardaş bu 16-ya 17 qoyubsa və kitabçasında və zavod tələbindən əgər çıxırsa da, yəni böyük ihtimalle çıxır. Çıxırsa bir cüm 50 manat 50 manat cəriməsi var. WhatsApp-a sualımı izahlı yazsam olar, əlbəttə olar. Nömrə ona görədir ki, rahat, yəni yaza bilmirsinizsə şərh bölməsində sualınızı bizə yönləndirin. Səsli mesaj göndərin və yaxud da zəng eləyin ki, səsli mesajımız var. Elmir, burada bir maraqlı sual var. Deyir ki, rayonlarda qaz analizator, yəni qaz analizator bildiyində texniki baxış vaxtı yoxlayırlar, zəhərli dəm qazlarının miqdarını quş içilə salırlar. Fara yoxlayan aparat, torumuzu yoxlayan cihaz yoxdursa, texniki baxışa maşını ardı yoxdur. Maşını, hə, sonra maşını aparmaq olarmı? Niyə aparmaq olmur? Gersən keçirsən texniki başdan rahat. Səs atmışam sizə. Yaxşı, gəlin səsi dinləyək. Qardaş, maşın Hyundai Sonata 2 motor, dizel 2009-cu il. Siz necədir? Mən bütün sənədlər hazırdır. Yaxınlaşıram, oradakı məsul şəxs mənə deyir ki, 10.000 manat yazılıb da orada avtomobilin dəyəri. Deyir ki, onun çekin al gətir. Mən də ona başa sala bilmirəm ki, yəni qanunda elə bir şey yoxdur da, bank sənədi nəzərdə tutulmayıb. Mən siz deyin ki, mən banka hansı məbləğlər ödəməliyim? Gedim ödəyim. Banka yaxınlaşıram, bank deyir ki, biz bilmirik. 30 manat. Siz nə qədər ödəməlisiniz? Yəni onlar onun üstünə atır, bu da bunların üstünə atır. Bax, vəziyyət bu yerdə qalır. 2 motordur da, Hyundai Sonata 2 motor, 30 manat mühərrikin həcminə və ilinə görə olan rüsumdur, 30 manat da çex pasport. Cəmi 60 manat onun xərci var. Nə deyir ki, biz baxın, sürücülərimizin ən çox üzləşdiyi problemlərdən biri qeydiyyat zamanı alqı-satqı müqaviləsində deyir ki, Elnur, sən mənə maşını satırsan, neçəyə satırsan, yazırsan ora 12.000 manata. Vəssalam, 12.000 əllərində olur kozur və deyirlər ki, get 12.000 manatı qoy banka. Bəli. Qanun deyirsə, deyir ki, nağdsız hesablaşmalar haqqında qanunun 4.1.1 yadımdan çıxdı. 4 nəsə. Onunla bağlı biz səhifəmizdə video paylaşmışıq. Nağdsız hesablaşmalar haqqında 3.4.10-cu bəndi səhv etmirəmsə. Orada qeyd olunur ki, iki fiziki şəxs arasında hər hansısa bir alqı-satqı baş verirsə, avtomobildən söhbət gedir. Bunun üçün bank sənədinə ehtiyac yoxdur. Yəni, sən avtomobili salondan alırsan, servisdən alırsansa, hüquqi şəxsdən alırsansa, o zaman sən pulu köçürməklə, yəni qoymalısan banka. Ki, bəli, 50.000 alıram, 40.000 alıram, 60.000. Amma təsəvvür edin ki, bizə müraciət edirlər, ata övladına, adına maşını keçirir. Bəli. Kişi yoldaşının adına maşın keçirir Bəli. və s. Və buna görə deyirlər ki,
Maşın qiyməti nə qədər yazmısan? 8000 manat. Get banka pul deyir ki, ata oğluma verirəm, maşının adına keçirirəm. 8000 mən almışam, vermişəm. 8000-ə 10000-ə vermişəm. Oğlumun adına keçirirəm. Bəli. Bu tələb qanunsuzdur, əsassızdır. Nağdsız hesablaşmalar haqqında qanunda da açıq-aydın şəkildə göstərilib bu. Və daha bir səsli mesaj dinləyək biz mesajı. Hər vaxtınız xeyir. Noyabrın 6-sı qəza keçirtmişəm. Allah köməyiniz olsun. Mənim maşınımı vurublar və maşında xəsarət olduğuna görə, yəni sürücüdə xəsarət olduğuna görə işi istintaqa yönəltdilər. Və artıq 2 ay üstündən keçib istintaqın rəyinə görə məhkəməyə yönəldi. 2 dəfə məhkəmə oldu və nə istintaqçı, nə də məhkəmədə mənə sübut olaraq qəza görüntüsünü göstərilmədi. Bu doğrudurmu? Bu belə olmalıdır. Bunun maşınını vurublar da, düzdür? Sürücüdə xəsarət alıb, mən də elə anladım. Amma mən Bizə nə oxşuyur? Yadıma gəlir, o keçən səfər radioya zəng vurmuşdu bir nəfər izləyici. Mən deyir, evdə yatmışam, səhər saat 6-da mənim maşınımı gəlib vurub bir nəfər. Bu maşını aşıb, o xəsarət alıb. Xəsarət alıb deyəs, günah sizdədir ki, siz niyə evdə yatırdınız, gəlib maşınınızı maşını düz yerə saxlamamısınız. Eyni qaydada, yəni əgər günah qarşı tərəfdədirsə, vuran adam lap xəsarət alıbsa, günah ondadırsa, bu hərəkətsiz vəziyyətdə olub, maşını verib xəsarəti də yazır burada. Bəli, maşını mənim maşınımı vurublar. Xəsarət də mən almışam deyir. Hə, bu alıb xəsarət. Bir dənə belə bir şey edə bilərik. Sizin nömrə var, Əli bəy, düzdürmü? Sizlə zəng eləsək danışa bilərikmi? Danışaq da ünsiyyətli olaq, belə tam aydın olsun bizə vəziyyət. Onun üzərinə biz sizə kömək edə bilərik. Əgər mümkündürsə, nömrəsi var bizdə Əli bəyin, WhatsApp-a yazıb da bizə. Əli bəy, bir dənə WhatsApp-a yazın ki, bəs mən qoşulmaq istəyirəm, sizi qoşaq və yaxud da siz zəng eləyin. Avtotəmir live efirini hal-hazırda izləyirsiniz. Efirimizin baş sponsoru Havoline yağlarıdır. LVM şirkəti Havoline yağlarının Azərbaycanda yeganə rəsmi distributordur. Məlumat vermiş olum sizə. Bilirəm ki, bir çox sürücümüz Havoline yağlarını baxın orada videosunda görürsünüz hal-hazırda. Havoline yağlarını tanıyır, bilir, eşidib və bir çoxu da istifadə edir. Rahat şəkildə Havoline yağlarını avtomobilinizə süzə bilərsiniz. Yəni mühərriklə bağlı, sürətlər qutusundan bağlı rahat şəkildə qoruyacaqsınız siz bu aqreqatı da. Onu mən sizə bildirmiş olum. Bir dənə burada bir nəfər var yazıb ki, Anar Behbudov yazıb ki, 4-1-4 nişanı, düz və sağa nişanı kəsişməyə daxil olub sağda barjir olduqda sola dönə bilərəm. Bəli, 4 ümumiyyətlə məcburi hərəkət istiqaməti nişanları yolun hərəkət hissəsinin kəsişmə hissəsinə şamil edilir və həmin o kəsişmə hissəsindən sonra qüvvədən düşür. Bu da o deməkdir ki, düz və sağa nişanı gəlib birinci kəsişmədə barjirdə onun qüvvəsi itdiyinə görə sola, hətta əgər geriyə dönmə qadağan deyilsə, geriyə də dönə bilərsiniz. Bir də burada bir nəfər yazıb ki, 110-luq yolda səhv cərimə gəlib, mən texniki baxışdan keçməliyəm. Nə edim? 2 variantınız var. Cəriməni ödəyin, qəbzi saxlayın əlinizdə, texniki baxışdan keçin, sonra verin məhkəməyə, ya da şikayət eləyin, cərimə silinsin, sonra gedin texniki baxışdan keçin. Çox maraqlı sual gəlib ki, gecə bomboş yolda qırmızı işıqdan keçə bilərəmmi? Bizdə, yəni qanunvericilikdə elə bir istisna halı yoxdur ki, yol boşdursa, yol boşdur, qırmızı işıqda keçə bilər. Keçə bilərsən. 100 manat at qoy, qırağa keç. Yəni pulun artıqdırsa. Deməli, digər məsələ ilə bağlı dəyərli insanlar, belə canlılar edilir, açmağınız çox gözəldir, yazır göndərir bizə. Çox sağ olsun, minnətdarımızı bildiririk. Canlımızı bəyənən şəxslər də var, ona görə sizə minnətdarıq. Deməli, gəlin belə deyək. Əli bəylə danışaq. Hər vaxtınız xeyirli olsun Əli bəy. Buyurun, indi sizi eşidirik. Zəhmət olmasa bir də sualı təkrar eləyin. Çox sağ olun ki, diqqət göstərdiyinizə görə. Siz sağ olun. Belə deyim, mən noyabrın 6-sı qəza keçirdim, 22-30 radələrində. Və orta zolağı tutub istiqamətini davam edirdim və mən məhəlləyə dönüş edərkən 40 metr qalmış, mən sağa pavrotnikimi yandırdım və mənim sağ zolağım avtobus zolağı idi. Və mən artıq məhəlləyə döndüm, maşının minimal 40% artıq məhəlləyə girəndən sonra mənim arxa bamperimin qutaracağından məni vurdular. Və orada da məni vuran şəxs bildirdi ki, günah məndədir. Sadəcə məndə o şok vəziyyətdə isti, yəni ağrı hiss eləmədi və bir neçə dəqiqədən sonra özümdə narahatlıq hiss elədiyimə görə
ambulans çağırmağa məcbur oldum. Aha. Və ambulans çağırandan da sonra maşınlar Kürdəxanada orada dayanacağa aparıldı. Və 2 gündən sonra mənə istintaqdan zəng gəldi ki, yaxınlaşın. Mən istintaqa yaxınlaşdım, məndən izahat götürdülər. Və ondan bir neçə gün sonra da yenidən çağırdılar. Və mən görüntü tələb elədim ki, mənə xahiş edirəm görüntünü göstərin, mən öz qəzamın görüntüsünü baxmaq istəyirəm. Bəli. Eyni bu sözü mən 2 aydır hər gün demək olar ki, tədqiqatçıya deyirəm, xahiş edirəm, mənim görüntü göstərilmir və şifahi şəkildə günah səndədir, günahın səndə olduğunu özün də bilirsən, bizi yorma. Yəni bu sözləri ifadə edə, yəni mənim işimi məhkəməyə yönləndi. Məhkəmə də dekabrın 25-i bir məhkəmə oldu, qarşı tərəf məni vuran tərəf. Məndən hakim soruşdu ki, siz qarşı tərəf burada olmadığına görə məhkəmənin aparılmasını istəyirsiniz. Mən yox deməyimə baxmayaraq məhkəmə aparıldı. Və yenə də 30-una uzadıldı. 5 gün sonra mən yenidən Sabunçu rayon məhkəməsində iştirak elədim. Qarşı tərəf yenə də gəlmədi. Və heç bir sübutsuz, dəlilsiz, görüntü olmadan və mənə orada eskiz göstərdilər ki, sizin qəzanız belə yazılı formada da göstərirlər ki, sizin qəzanız belə olub. Halbuki, yəni məni orada elə görsən ki, mənim yolun ortasında mən bunun qabağına belə vurmuşam maşını, məni vurub. Yəni elə bir şey olmuyor. Yəni mən ən az nə qədər professional sürücü olursa olsun qarşı tərəf, mən əgər bir sürücünün qabağına sağa olub vurub üstünə vururamsa, minimum olaraq ya ortalama ya da arxa sağ qapımdan mənim zərbə dəyməlidir. Mən isə maşınımın 30-40%-ni artıq məhəlləyə daxil olarkən mənim arxa bampermin bitəcəyi yerdən vurdular. Və günü bugünkü günə də mən məhkəmənin qərarına razı deyiləm deyə mən şikayət eləmək istəyirəm. Və orada mənə dedilər ki, 10 gün ərzində şikayət eləməlisən. Və mən bu 10 günün artıq 8 gününü mən hər gün yığmadığım qurum qalmayıb. Və heç birinə də əlim çatmır. Mənim sualım ondan ibarətdir ki, mən hara şikayət edə bilərəm? Manevr edən sürücü, sağa və yaxud da ki, sola dönən sürücü dönməzdən əvvəl siqnaldan istifadə etməlidir, yəni dönmə siqnalından, pavarotnikdən. Ondan sonra əmin olmalıdır ki, heç kimə maneçilik törətmir, sonradan dönməlidir. Siz demişkən, əgər həmin avtomobil sizin sürücüdə, yəni sizin avtomobilinizin ön tərəfini ortalama və yaxud da ki, arxa qapı tərəfdən vurmuş olsaydı, deyərdim ki, burada günah sizdədir. Amma siz artıq dönəndən sonra arxa bufer gəlib dəyibsə sizə, bu həmin adam demək ki, yüksək sürətlə gəlib və qaçırda bilməyib və fikirli olub, birdən başını qaldırıb görüb ki, sən demə bunun qabağında maşın dönürmüş. Bununla bağlı mən sizə tövsiyə edərdim ki, birbaşa Daxili İşlər Nazirliyinin dəftərxanasına, kargüzarlığa müraciət eləyəsiniz. Bu içəri şəhər tərəfdə olan mumla üzbəüz, çumla üzbəüz. Yaxınlaşın ora, birbaşa gedin şikayətinizi orada bildirin ki, mənim işimə baxılmır. Biz çalışırıq ki, maarifləndirmə işi görək. İndi hal-hazırda bugün qonağımız Qanunacılıq layihəsinin rəhbəri Hüseyn dostumuz buradadır. Yəni yol hərəkət qaydaları, cərimələrlə bağlı, yol hərəkətinin təşkili ilə bağlı, bax başınıza məsələn hadisə gəlib onu bizlə bölüşmək istəyirsiniz, cərimə məsələsindən bağlı onları soruşa bilərsiniz. Nömrəmiz belədir: 050 505 55 25 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz ki, sizə bir məlumat vermək istəyirəm. Yanğın söndürmə balonundan söhbət gedir, dəyərli dostlar. Əgər məsələn ola bilər ki, avtomobildə ilə yanğın söndürmə balonunun müddəti bitib, siz sertifikatlı bir yanğın söndürmə balonu istəyirsinizsə, Nanofire yanğın söndürmə balonundan söhbət gedir. Ümumiyyətlə Nanofire texnologiya şirkəti Türkiyənin Bor zavodunun Azərbaycanda yeganə rəsmi distributorudur. Avtotəmir yağ dəyişmə mərkəzlərində satışı həyata keçirilir və yaxın günlərdə elə Nanofire texnologiya şirkətinin rəhbəri də burada qonağımız olacaq. Hətta sizə də hədiyyə təqdim edəcək yanğın söndürmə balonu ilə bağlı. Ən şiddətli və istənilən növ yanğınları dərhal söndürmək xüsusiyyətinə malikdir. Bizə lazım olan nədir? Budur ki, bunu da biz bu yanğın söndürmə balonlarında tapacağıq və görəcəyik. İzləyicimiz yazır bizə: keçən il mənim maşınımı vurub qaçmışdılar, şikayət elədim, heç baxmadılar deyir. Bizim müasir kameralar var, izləmə kameralarıdır. Daxili İşlər Nazirliyi tərəfindən quraşdırılan şəhərin, yəni təhlükəsiz
şəhər kameraları var ki, Bəli. istənilən vaxt, istənilən zaman, istənilən yerdə hər hansısa bir hadisənin baş verib verməməsini rahatlıqla görmək olar. Ən azından həmin yerdə kamera olmasa belə ona gedən yollarda kamera var da. Bəli. Yəni hadisəni törədən şəxsin müəyyən etmək, axtarmaq əslində 2x2-dir. Sadəcə görünür məsuliyyətsiz bir əməkdaş bu işin üzərinə çıxıb deyə ona görə yola verib. İzləyicimiz yazır, Əli bəy salamlayır bizi, sağ olsun. Yazır ki, yanınızda olan maşın ustasıdır, Çin maşınlarına baxır. Bəli. Hüseyn dostumuz Çin maşınlarının peşəkarıdır. İstənilən sualı verə bilərsiniz, onun üzərinə sizin sualı cavablandıracaq. Yəni siz əsas məsələ odur ki, bizim niyyətimiz sualı yazın, biz sizə kömək eləyəcəyik. Yəni Hüseyn cavab verməsə də biz sizə kömək eləyəcəyik. Çünki Çin maşınlarına baxan ustamız var. Avtotəmir olaraq təbii ki, ustaları da tanıyırıq. Yox, Hüseyn dostumuz qanuna zidd layihəsinin rəhbəridir. Yəni yol hərəkət qaydaları, cərimələrlə bağlı cərimələnmisinizsə, sizə kömək edə bilər. Yəni istiqamət verə bilər ki, burada doğru protokol yazılmayıb, siz nə edə bilərsiniz deyə. Amma ustaya da ehtiyac varsa yazın, heç bir problem yoxdur. Bugün fara sistemi ilə bağlı o qədər sual gəldi ki, bununla bağlı gərək biz növbəti efirimizdə qonaq çağıraq. Elə Zöhrab dostumuz burada olsun. Zöhrab da gəlsin. Sükanı 2 əllə tutmalıyam, yoxsa 1 əllə sürə bilərəm? 3 əllə. Yəni 2 əl olmaz. Mütləq. İndi bir məsələ vardı. Bəzən bununla bağlı hətta efirimizdə sual da olmuşdu. Sual verib hədiyyə qazanmışlar, yadıma gəlir. Deməli izləyicilər. Deməli necə idarə edənlər var da, əlini sükandan çəkir, dizi ilə, ayağı ilə belə sükanı hərəkət elətdirir. Hətta dönər da yersin. Əlində işi olur. Belə ayağı ilə, dizi ilə sükanı bax idarə edir. Onun 2 əli də çəkməyin cəriməsi var. Hə, 2 əli də sükandan çəkməyin cəriməsi 40 manatdır, amma bir əllə bir əli çəksən, bir əlin sükandadırsa heç bir cəriməsi yoxdur. Amma biz tövsiyə etmirik də, imkan daxilində əlinizin ikisini də çəkin, sürün. Çəkin. Çəkməyin. Deməli, salam əziz avtotəmir komandası, salam izləyici bizi sağ olsun. Sualım belədir. Yolda 60-lıq sürət olan yolda 30 ilə 20 ilə gedənlər niyə cərimə olunmur? Çox maraqlı sualdır. Əslində bizim qanunvericilikdə maksimum sürəti məhdudlaşdıran nişan var. Yəni 50-dən yuxarı sürə bilməzsən və qanunda minimal sürəti məhdudlaşdıran nişan da var. Minimum 50 ilə getməlisən, minimum 60 ilə getməlisən. Bu nişan var, amma Azərbaycan Respublikasının heç bir bölgəsində, heç bir rayonunda, heç bir ərazidə bu nişandan tətbiq edilmir. Minimal sürətin məhdudlaşdırılması yoxdur. Olsa belə, normalda nişanın tələbini pozmasına görə 40 manat cərimə yazılacaq. Əgər o nişan varsa. Yoxdur. Əslində yaxşı olardı. Məsəl üçün aeroport yolunda sürət 90-dır, bir də görürsən ki, ən sol zolaqla 60-la, 70-la geyirlər. Siqnal verirsən, inan vecinə deyil. Gəlirsən yanından keçirsən ki, yaşlı bir kişidir. Yəni bilmir, yəni maşın sürdüyünü anlamır ki, bu yoldadır. Və yoxdur kimsə telefonla yazır. Hə, o da var. Burada sual verdilər, bayaqları maşının sazlığını necə yoxlaya bilərəm? Açıqlama verdilər axı. Nə yazdılar? Deyir ki, texniki baxış məntəqəsində avtomobili yoxlayan cihazlar yoxdursa, yəni farasını, nə bilim, o katalizatoru və s. mən necə bilə bilərəm ki, sazlı yoxsa yox? Yəni buna o necə texniki baxış məntəqəsidir, çox maraqlıdır. Gəlsin Bakıya müraciət etsin və yaxud da digər rayonun texniki baxış məntəqəsinə müraciət etsin, ya da ki, məsələn, xaricdə belədir ki, avtomobilin sazlığı barədə sənədi dövlət deyil, şəxsi şirkətlər verir. Məsəl üçün servislər verir. Bu yaxınlarda mənim bir dostum İngiltərədə qalır. O deməli avtomobilini texniki baxışdan getdi, keçirtdi. 50 funta rüsum ödədi servisə. Və servisdə onun avtomobilində nə varsa buna həm PDF fayl formatda verdi, həm də sistemə yerləşdirdi və buna dedi ki, bax, sənin təkərlərin keçəldi, bundan keçə bilmərik. Bu da Azərbaycan sayağı dedi ki, sən yaxşı, mən yaxşı, balan yaxşı, keç. Qohum çıxdılar da, yəni belə də, dost ol. Keçdilər. Yəni deməyim odur ki, orada şirkətlər, servislər bunu edir. Amma bizdə dövlət tərəfindən texniki baxış məntəqə. Hətta mən sizə deyim ki, təlimat var. Daxili İşlər Nazirliyinin hətta qərarı idi, səhv etmirəmsə ki, bu texniki baxışların keçirilməsi hüquqi şəxslərə həvalə edilsin. Yəni servislərə. Bəli. O daha rahat olardı da belə götürəndə. Deməli, 20 yanvardan Sumqayıta kimi
birini siqnal verə-verə getmişəm. Birinə siqnal verə-verə Hə, o getmişəm. yəqin aşağı. 90 yolda 50 ilə gedirdi, çıxmırdısa, xanım idi. Nuran bəy yazır. Yəqin TikTokda canlıdaydı ya da ki, hə. Bəlkə də bizə baxır, başı qaşıb bizə. Görsən pis örnək oluruq. Sükan arxasında baxmayın da bizə. Yox, eləməyin, hə, bunu eləməyin. İzləyicimiz yazır ki, mən avtoqəza etdim, idarə etməni itirdim. Avtosalonun qarşısında olan o bardur hissənin üzərində saxlanılan maşınlara dəydim. Bir maşında avtosalonun şüşələrini qırdı. Hətta qeyd edim ki, maşınlar 0 kilometrdir. Burada qanun necə olmalı bu məsələdə? Yəni mənzərəni biz bildik də necədir, hadisə necə baş verir. Gedib maşınlara dəyib, sonra gedib avtosalonun şüşəni sındırıb. Salonun qarşısındakı maşınlar 0 kilometrdir, yeni maşına dəyib. Dəymiş zərəri bu qarşılamalı olacaq. Yəni ciddi bir zərər dəyib də maşınlara. Bəli. Böyük ehtimal bu qarşılamalı olacaq. Məndə Yunizədir. Sentyabr ayı buraxılışıdır yazır. 2300 kilometr gedib yağı dəyişmək lazımdır. Ümumiyyətlə yağ dəyişməklə bağlı, baxın marka sizə 2300-ü keçib burda bilək. 2300-də gəlməsi var. Deməli, yağla bağlı, bax yağ dəyişməklə bağlı bizi hal-hazırda izləyənlər. Havoline yağlarını sizə məsləhət görürük. Yağ markası bilirəm çoxdur. İstərsiniz sürücülərin fikirləri qarışa bilər. Gedirsiniz, bir çox markalar görürsünüz. Yaxşı markalar da var, demirəm yoxdur. Sadəcə olaraq əziyyət çəkib araşdırma axtarmaq istəmirsiniz də biz sizin üçün araşdırmışıq, narahat olmayın. Havoline yağlarını rahat avtomobilə süzə bilərsiniz, bu marka, bunu qoyuruq kənara. Digər məsələ ki, ona neçə litr gedir, yağın qatılığı nə olmalıdır, çeşidi nə olmalıdır. Bax bununla bağlı avto təmir, yağ dəyişmə mərkəzinə zəng edə bilərsiniz. Əli bəy, sizin suala cavab verirəm və digər dinləyicilərə yağ dəyişməklə bağlı 7/24 fəaliyyət göstərən yağ dəyişmə mərkəzimizə zəng edə bilərsiniz. 050 444 55 35 bizim əlaqə nömrəmizdir. Bax yağ dəyişməklə bağlı nə vaxt istəyirsiniz zəng eləyin, qiymətlər, çeşidi, qatılığı, havoline yağları, digər markalar hamısına bağlı cavab versinlər. 050 444 55 35. Əli bəy, suala cavab verdim. Arda-arda yazmısınız. Ona görə bildirmək istəyirəm sizə. Sual oxumaq istəyirdim. Buyur. Salam aleykum. Maşının farası lupadır. Ona LED lampiçka qoymaq olar, yoxsa yox? Maşının farasına, modelinə görə dəyişir. Yəni modelini bilməliyik, hansı modeldir və hansı LED-dən istifadə etməyi, onu da texniki tərəfini Zöhrab bəy bilir. Model deyilsə bəlkə bilərik. Prioraya pnevma quraşdırmaq olar. Bəyəxlər elə bir suala cavab verdik də. Onu oxuduq biz onu. Hə, yəni quraşdırmaq olar, yetər ki, ixtisaslaşdırılmış servisdə bunu edəsiniz. Səsli mesajlar var. Kia Forte deyil, Kia Forte olar. Amma hansı LED-dən istifadə etmək olar? Azum işıqlandırma studiyasına müraciət etsəniz, onlar sizə tam deyəcəklər. Hətta Zöhrab dostumuzu da bura çağıracağıq. O da bizə Zöhrab bir dənə gəldi qardaşım sən. Yəni o həqiqətən də o qanun tərəflərinin fara ilə bağlı qanun tərəfləri çox gözəl bilir. Digər mesaj. Salamünaleyküm hər kəsə. Aleykümsalam. Sizə belə bir sualım vardı. Bu yeni qanun dəyişikliyi ilə bağlı olaraq bu 49 kuba qədər olan mopedlərə prava tələb olunur. Yəni sürücülük vəsiqəsi tələb olunur. Amma mənim idarə etdiyim 350 wattlıq elektrik mopeddə də belə deyək, həm velosiped, həm moped sayılır. Və buna polis saxlayıb mənə deyib ki, mart ayından sonra səndən sürücülük vəsiqəsi tələb olunacaq. Bu nə dərəcədə düzgündür? Qanunda belə bir şey varmı? Yəni mən axtardım, tapa bilmədim. Niyə özəlliklə mart ayından? Yol polisi özü deyib ki, mart ayından sonra. Demək ki, qanunda hər hansısa bir dəyişikliyi yol polisi böyük ehtimal indidən onlara məlumat veriblər, böyük ehtimal təlimatla və qanunvericilikdə hər hansısa bir dəyişiklik olarsa bu ictimaiyyətə bildiriləcək və ondan sonra əgər həqiqətən də tələb olunarsa demək ki, tələb olunacaq. Yəni bizim bundan hələ ki xəbərimiz yoxdur. Yəni biz indi yanvarın neçəsidir? Biz yanvarın 7-sində idi, hələ martda deyilik. Səsləri dinləyək və yavaş-yavaş da biz canlı yayımı yekunlaşdıracağıq dəyərli dostlar. Gəlin dinləyək. Salam əleykum qardaş. Aleykümsalam. Xeyir olsun, bağışlayın, narahat eləyin. Narahat etmirsiniz, buyurun. Deməli məndə belə bir problem var cərimə ilə bağlı. Şamaxınkadan 20 yanvara düşəndə orada qırıq-qırıq xəttlər var. Mən qırıq-qırıq xəttə düşüb, keçib ara məhəlləyə girən yol var. Yola girib adam düşürdüm yenidən iş yoldaşımı düşürdüm yenidən qırıq-qırıq xəttdən çıxmışam. Avtobus zolağından çıxmışam zolağa. Və həmin vaxt ərəfəsində də inspektor arxadan gələndə yol patrul xidməti məni görüb ki, mən avtobus zolağına çıxmışam
Fakt olaraq mən həmin ərazidə çıxmamışdım. Sadəcə mən dəfələrlə şahid eləməyimə baxmayaraq cərimə yazılıb mənə 2025-in aprel ayında yazılmışdı. 14 apreldə yazılmışdı. Dəfələrlə şahid eləməyimə baxmayaraq mənə heç bir cavab verilməmişdi. Cənab nazirə də şahidimi bildirmişdim. Ramiz Zeynalova da şahidimi yazılı surətdə, onlayn surətdə, polislə demək olar ki, hamısı ilə müraciət etmişdim. Mənə heç bir cavab gəlmədi. Dəvə pulu gəldi üstünə. Sonra mənə 529 qərarsız gəlib. Mən axırda məcbur oldum, özüm getdim və mənə şey göstərdilər, video göstərdilər mənə. Orada mən zolaqla hərəkət etdiyim, yəni görünmür. Heç bir görüntüdə mənim zolaqla hərəkət etdiyim görünmür. Sadəcə görünür ki, mən avtobusun solundayam, yəni favoritimi yandırmışam, çıxmışam. Həmin yerdə də qırıq-qırıq xətt var. Amma orada heç bir mən qırıq-qırıq xəttə çıxmamışam. Yəni mən sadəcə avtobusun solunda olmuşam, avtobus gəlir keçir, mən görünür ki, mən avtobusun solundayam. Mən onlara nə qədər desəm də dedilər, yox sən avtobus zolağına girmirsən. Deyirəm, qardaş girmişəm, hərəkət etmişəm, mənə göstər də ki, mən hərəkət etmişəm. Bir dənə görüntü oldu ki, mən avtobusun solundayam və salam. Mən öncə məcbur oldum 160 manatı ödədim. Amma indi mən 529-da şikayət etmək istəyirəm və bu 160 manatı da şikayət etmək istəyirəm. Öncə məhkəmə yoluna. Ona görə məndən kömək lazımdır. Xahiş edirəm. Yəni mənə bu məsələdə köməklik göstərəsiniz, yol göstərəsiniz ki, mən necə yəni bunu həllin yolunu tapım. Yəni mən o gedib görüntülərə mən getməsəydim ora mənə cavabı göndərməyəcəklər. Cavab sistemə vurulub, amma mənə gəlməyib. Mən həmin vaxtı mən əsas olaraq deyirəm ki, qardaş mən bu cərimədən şikayət etmişəm, bunun üstünə niyə dəvə pulu gəlməlidir? Biz deyirik onun sənin şikayəti sistemə vurmamışıq, mən nə etməm ki, elə bir qanun yoxdur. Nə bilim, olar dedilər, mən dedim, yəni bu şey qaldım belə. Ortalıqda mən məcbur oldum, getdim 160 manat ödədim, amma 529 maddəsi mən yəni qərarsız olaraq hələ də sistemdə mənim adımda var. Xahiş edirəm, mənə bir köməklik göstərəsiniz, düzgün yolu göstərəsiniz. Yəni bununla bağlı yox, bu 2025-ci ilin aprelində hadisə baş verir. 2025-in aprelində və o deyəsən məhkəməyə müraciət etmə müddətini də keçirdi. Yəni mən bir şey eləyə bilməyəcəm. Hansısa bir hüquqşünasa, bir vəkilə müraciət etsin, görsün, etmək olarmı keçmiş tarixlə? Yəni mən çünki vaxta görə deyirsən ki, vaxtı itirib, keçib. Digər mesaj. Deməli, məsələn, ibarət idi ki, bugün mənə SMS-lər vasitəsilə atama məxsus olan nəqliyyat vasitəsinə bildiriş gəldi ki, avtomobilə məhdudiyyət, həbs var. Lakin cərimələrə girdiyim zaman avtomobilin heç bir cəriməsi yoxdur, avtomobilin yəni cərimə ilə əlaqədar heç bir problemi yoxdur. Bunu maraqlanmaq istəyirdim ki, mən bu barədə avtomobilə hansı səbəbdə məhdudiyyətin və həbsin qoyulduğunu onlayn hardan öyrənə bilərəm? Onlayn olmadığım təqdirdə mən hara yaxınlaşmalıyam? Bu sualın çox rahat cavabı var. Avtomobil kimin adınadırsa, həmin şəxs girir e-polis tətbiqinə. E-polis tətbiqinə girəndə həmin avtomobil deməli puls düyməsinin üzərinə vurur və avtomobilin yüklü olub olmadığı barədə məlumat əldə etmək bölməsi var. Vurur üstünə, avtomatik çıxır avtomobillər, onun adına olan avtomobillər. O avtomobili seçir və Daxili İşlər Nazirliyindən elektron qaydada e-polis tətbiqinə məktub gəlir ki, avtomobilin yüklüdür ya yüksüzdür. Yəni yüklü dedikdə həbsi falanı var, yoxsa yoxdur. Yəni oradan onu görə bilər. Heç yana müraciət etmədən. Yavaş-yavaş biz də canlı yayımı yekunlaşdıracağıq. Məhkəməyə nə vaxta kimi müraciət etmək olar? Onun bir vaxtı, məsələn biz 15 Mən bildiyim qədərilə 20 gün ərzində qayda pozuntusu baş verirsə, qərardan 20 gün ərzində məhkəməyə vermək müddəti var. 20 gün ərzində məhkəməyə verilməlidir. Mühərriki yoxlamadan, texniki baxışdan nasaz olduğu barədə bildiriş veriləndə nə edək deyir? Mühərriki yoxlamadan texniki baxışda nasaz olduğu barədə bildiriş veriləndə. Necə yəni elə şey olar? Necə yoxlamadan onu deyə bilirlər ki, yəni Covid vaxtı texniki baxışdan mən bir dəfə keçəndə heç avtomobilin o belə qaz analizatordan istifadə olunmamışdı. İndi Maskada zətdaydıq, sağ olsunlar kömək edir. Mühərrik tərtəmiz çıxırdı, yəni istifadə olunmadan tərtəmiz çıxırdı. Yəqin bu da elə olub da, yəni. Covid vaxt olub yəqin. O vaxt olub, yoxsa nə vaxt olub? Gəlin belə eləyək. Biz canlı yayımı yavaş-yavaş yekunlaşdırırıq dəyərli dostlar. Efirimizi yekunlaşdırırıq. Avtotəmir live verilişini siz izlədiniz hal-hazırda. Ümumiyyətlə Facebook, Instagram, YouTube, TikTok üzərində bütün platformalar üzərində qarşınıza çıxacaq və tez-tez belə canlı yayımlar edəcəyik ki, hədiyyələrimiz də olacaq. Hədiyyələrdən də boluq. Efirimizin baş sponsoru Havoline yağlarıdır və bu markaya tam rahatlıqla güvənə bilərsiniz. Havoline yağlarına. Hətta yarışma edib izləyicilərimizdən bir şəxsə də 4 litr Havoline yağını hədiyyə edəcəyik biz efirlərimizdə. Daha sonra NanoFire yanğın söndürmə balonları ilə bağlı mən bir neçə dəfə məlumat verdim. Hətta nümayəndə də gəlib efirimizdə iştirak edəcək. Məlumatlarımızı yenə də ötürəcəyik sizə. Sizə yanğın söndürmə balonunu da hədiyyə edəcəyik. Onu bildirim və bildirim ki, ümumiyyətlə o qədər tez reaksiya verir ki, yəni 1,5-2 saniyəyə yanğını söndürmə potensialına malikdir. O yanğın söndürmə balonları ilə bağlı. Biz yoxlaya bilmərik. Niyə? Ümumiyyətlə orada sınaq keçirtmək məsələsi. Bu məsələlərdə məsələn o bir yanğını söndürmək üçün 5-6 balondan istifadə olunursa, o qədər güclü bir
bor məhsulu var onun tərkibində. Elə bir məhsuldur ki, o elə 2 kiloqramlıq balonla siz demək olar ki, bir çox sahəni artıq söndürmüş olacaqsınız. Yəni nano fire yanğın söndürmə balonlarından söhbət gedir. Hətta onu sizə hədiyyə edəcəyik dəyərli dostlar. Klass əl əcbənləri Yapon, Koreya avtomobilləri üçün Azərbaycanda istehsal olunur. Yerli brendimizdir. Təbii ki, yerli brendimizə də üstünlük verməliyik və yerli brenddən də yararlanmalıyıq ki, klass əl əcbəndində biz sizə efirlərimizdə hədiyyə edəcəyik. Həm hədiyyə etməyimizlə bağlı məlumat verirəm, həm də sizə məhsullarla bağlı məlumat vermiş oluram ki, təbii ki, avtomobildə yanacaq vurmaq önəmlidir. Çünki sürə bilməzsiniz. Benzindir sənin, dizeldir. Elektrik. Hə, tamam. Onda sənin ehtiyac yoxdur. Benzindir. 2007-nin Hyundai Sonatası. Görürsən o vaxtın elektrik. 2007-nin Hyundai Sonatası. 92 vurursan da yəqin onda. Hə. 92, 95, dizel yanacağı ilə bağlı da Redol yanacaq doldurma məntəqəsinə daxil ola bilərsiniz. Nə qədər? 88. Sən 92 deyirsən 88-əm, deyil mi? Hə, bilirəm də. Yaxındır da sənə. Redol yanacaq doldurma məntəqəsinə yaxınlaşa bilərsiniz və 2 filiallar qarşınızdadır. Bunu nəyə görə deyirəm? Çünki biz yeni yanacaq doldurma məntəqəsi gördüyümüz zaman ona daxil olmağa qorxuruq. Niyə? Çünki deyirik ki, bilmirik də yanacağı necə olacaq oranın. Əksinə məncə yeni yanacaq doldurma məntəqəsində adı yeni görəndə adı. Məsələn sən ad çəkmə burdan, amma bir sual verim də. Yanacaq doldurma məntəqəsi görəndə, daha doğrusu özünün yəqin ki, ağlında bir yanacaq doldurma məntəqəsi var da, daim onun filiallarına gedirsən də, düzdürmü? Aha. Yox. Yox? Fərq eləmirsən, hə? Yox, bir yanacaq doldurma məntəqəsindən istifadə edirəm. Bir şirkətin, sən demişkən, başqa-başqa filiallarına gedirəm. Aha, sualım nə idi? Məsələn, belə sürücülərimiz var da, gedirlər, amma yolda yanacaq bitdiyi vaxtı həmin yanacaq doldurma məntəqəsini axtarırlar. Çünki ona güvənirlər axı istər-istəməz. Amma məsələn, Xırdalan dairəsi yaxınlığında, bir də Zabrat yolunun üzərində rahat, tam əmin ola bilərsiniz buna. Redol yanacaq doldurma məntəqəsinə daxil ola bilərsiniz. Nəyə görə deyirəm? Çünki yeni yanacaq doldurma məntəqəsidir. Sistem təmiz, çən təmiz, filtrlər qaydasında. Hətta yanacaq sisteminə baxan Pərviz ustamız orada bir neçə dəfə çəkiliş edib, yoxlayıb o sistemi. O da bildirir ki, yəni rahat avtomobilinizə Redoldan yanacaq vura bilərsiniz. Eyni zamanda bonuslar da var Redolda. Bu məlumatda mən sizin nəzərinizə çatdırıram. Mən burada bir şey vurğulamaq istəyirəm. Nəyə görə Redol Zabratla Xırdalan tərəfdədir? Hər iki tərəfdə texniki baxış məntəqəsi var deyə bəlkə ona görə. Ora gedəndə orada yanacağı vurub rahat gedə bilərsiniz ki, avtomobiliniz daha da sağlam olsun, texniki başlığında rahat keçə biləsiniz. Və biz canlı yayımı yekunlaşdırırıq dəyərli dostlar. Hüseyn, çox sağ ol. Sağ ol, sən də sağ ol dəvətin üçün. Komanda uğurlar arzulayıram və düşünürəm ki, bu proyekt daha əlverişli, uğurlu olacaq. İnşallah. Ən əsas bizim məqsədimiz sürücüləri düzgün qaydada maarifləndirməkdir ki, artıq pulları ciblərində qalsın, cərimələrə verməsinlər. Bəli, tam doğru. Redol əla yürüş verir deyə izləyicimiz yadı çox sağ olsun, minnətdarımızı bildiririk. Dəyərli dostlar, efirimizi yekunlaşdırdıq. İnşallah gələcək efirlərdə görüşmək ümidi ilə. Sağ olun. Sağ olun. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir. Əziz sahibkarlar, siz də yanğın balonlarını dəyişdirməkdən yorulmusunuz və xərclərinizə qənaət etmək istəyirsiniz, doğru seçim etmək istəyirsiniz? Nanofire Technologies şirkəti doğru seçim etməniz üçün sizin yanınızdadır. Bizim dünyada rəqibimiz yoxdur. Çünki yalnız Nanofire Borex balonları. Texaco Havaline bu bir Chevron markasıdır. Azərbaycanda rəsmi distributor LVM şirkətidir.